Salam əziz izləyicilər, bu videoda mən sizlərə 19 oktyabr tarixində Master of Science tədris mərkəzində keçirilmiş mövzu sınaq imtahanı 1 məntiq suallarının izahını verəcəyim. 46 nömrəli sualımız, ümumiyyətlə öncədən bildirim ki, mövzu sınaq imtahanı olduğuna görə sınaq imtahanında məntiq fənni üzrə istifadə olunan suallar kurs tələbələrinə tədris edilmiş, yəni fənlər üzrə müəyyən olunmuşdur. Yəni burada bütün mövzuları əhatə eləmir, sadəcə keçilən bir neçə mövzu var ki, 6-7 mövzunu əhatə edir suallar, ancaq mövzular üzrə düşən suallar tamamilə olaraq qəbul proqramına uyğun təşkil olunmuşdur. Burada sualları izah edərkən hansı mövzulara aid olduğunu belə deyim, məlumatı olan tələbələr üçün rahat ola bilər. Məlumatı olmayan tələbələr üçün bir balaca çətinlik ola bilər. Çünki sualları izah edən zaman mən mövzuların izahına yox, birbaşa olaraq sualların cavabına istiqamətlənmiş şəkildə izahlar verəcəyəm. O yüzden çox da vaxtınızı almaq istəmirəm. 46 nömrəli sualımız. 46 nömrəli sualımız ədəd ardıcıllığına aid olan bir sual nümunəsidir və sualımızda ardıcılığa təqdim olunan bir qanuna uyğunluq, tətbiq olunan qanuna uyğunluq Fibonacci qanuna uyğunluğudur. Fibonacci qanuna uyğunluğu nədir? Fibonacci qanuna uyğunluğu odur ki, biz hər hansı iki həddi məsələn toplayırıq. 1 ilə məsələn 3, növbəti həddi 4. Yəni 1 ilə 3-ü toplayıb biz növbəti həddi yazırıq. Və ya 3 ilə 4-ü toplayıb növbəti həddə 7 yazırıq. 4 ilə 7-ni toplayıb növbəti həddə 11 yazırıq. Bu Fibonacci ardıcıllığıdır. Burada hal-hazırda verilmiş ardıcıllıq isə Fibonacci ardıcıllığını tərsinə istiqamətdə verib. Yəni biz bunu azalan istiqamətdə də baxa bilərik. Hansı ki 254-dən biz 157-ni çıxıb 97, 157-dən 97 çıxıb 60, 97-dən 60 çıxsaq 37 və 60-dan da 37 çıxıb burada 23 cavabı, daha sonra 37-dən 23 çıxsaq 14 və sona qədər bunu davam elətdirə bilərik. Sual içərisi sadəcə orta hissədə olduğuna görə artıq sona qədər hesablamayacağım. Deməli, cavabımız olacaq nə? 37, 23, D variantı. Burada bir nüansı diqqətinizə çatdırım ki, məsələn, biz burada ardıcıllıq olaraq aldıq 37 və 23. Əgər variantlarda 23, 37 olsaydı və siz onu götürsəz, cavabınız yanlışdır. Hansı ardıcılıqdan alırsınızsa, o ardıcılıqdan da variantda qeyd etməlisiniz. Keçək növbəti sualımıza, 47 nömrəli sualımız. 47 nömrəli sualımız tərəzilər bölməsinə aid olan sadə tarazlıqda olan tərəzi nümunəsidir. 3 dənə bizə nümunə verilib və 4-cüdə 2 kvadratın bərabər, yəni tarazlıqda olması üçün bərabər olacaq fiqurları soruşur bizdən. Müxtəlif üsullarla yanaşmaq olar tərəziyə. Daha rahat üsul odur ki, mən birinci və ikinci tərəziləri çarpaz şəkildə toplaya bilərəm. Çünki biz bilirdik ki, tərəziləri çarpaz şəkildə və yaxud da ki, tərəf-tərəfə toplamaq olar. Çarpaz şəkildə toplamamın məqsədi nədir? Çünki mən bunları çarpaz şəkildə toplasam, yəni bunu bura yığıram, bunu da bura yığası olsaq, biz buradakı fiqurları bura gətirib yığanda artıq burada 2 dənə ulduz əmələ gələcək. Və mənə də 3-cü tərəzidə 2 dənə ulduzun nəyə bərabər olduğu fiqurları verib və onları mən sonra əvəz etmədə istifadə edə bilərəm. Yəni mənim əsas məqsədim budur. Çarpaz toplamaqda. O yüzden çarpaz toplasaq, deməli burada olacaq bir ulduz, 3 dənə də dairə, sağ tərəfdə isə 3 bucaq və kvadrat. Aldıq belə bir şey. Daha sonra əlbəttə ki, biz həmişə bilirik ki, ixtisarlar mütləqdir. Mütləq şəkildə ixtisarlar varsa onları etmək lazımdır. Burada görürük ki, sol tərəfdə bir üçbucaq, sağ tərəfdə bir üçbucaq ixtisar gedəcək və dairələrin də ikisi ixtisar gedəcək. Buradakı olan dairələrlə. Və biz sol tərəfdə qalır bizdə 2 dənə ulduz, bir dairə. Diqqətli olmaq lazımdır. Yəni yaddan heç nə çıxmasın. Sağ tərəfdə isə qalır, deməli bizdə 4 dənə kvadrat. 2, 3 və 4 dənə kvadrat. İndi nə edəcəyik? Əvvəldə dediyim kimi, burada aldığımız 2 dənə ulduzun yerinə 3-cü tərəzidə 2 dənə ulduzun bərabər olduğu 2 kvadrat 3 dənə dairəni yazacağım. O zaman olacaq 2 kvadrat 3 dairə ulduzların yerinə. Bir dairə də zaten orada vardı. Bərabər olur 4 dənə kvadrata. Və yenə də ixtisarlarımızı biz burada eləsək, soldan və sağdan 2 dənə kvadratlarımız ixtisar gedir və sol tərəfdə qalır 4 dənə dairə, sağ tərəfdə isə qalır 2 dənə kvadrat. Zaten bizdə də 4-cü tərəzidə
bu 2 dənə kvadratın nəyə bərabər olduğunu soruşurdu. Biz də aldıq ki, 2 kvadrat nəyə bərabərdir? Y variantında cavabı, yəni 4 dənə dairəyə bərabərdir. Növbəti 48 nömrəli sualımıza keçsək, 48 nömrəli sualımız anagram tipli sual nümunəsidir. Sualın şərtində qeyd olunur ki, hərflərin sırası pozulmuş 5 sözdən 4 arasında məntiqi əlaqə vardır və fərqli sözü tapmaq lazımdır. A variantında göstərilmiş söz publisist sözdür. B variantında göstərilən söz sosialist sözdür. Bu sözdür, yəni tam yazmıram. İkinci, deməli C variantında göstərilən sözümüz imperialist sözdür. İmperialist. D variantında göstərilən sözümüz kapitalist sözüdür. Və Y variantında göstərilən söz isə kommunist sözdür. İndi burada diqqətlə fikir verirsək, görürük ki, B, C və D və Y variantlarında göstərilən bu sözlər sosialist, imperialist, kapitalist və kommunist sözlərin hər biri cəmiyyətin idarə olunma üsullarıdır. Amma A variantdakı sözümüz publisist sözü isə bunlardan tamamilə fərqli bir sözdür. 49 nömrəli sualımız bizə deyir ki, verilmiş ifadələri məntiqi şəkildə düzəldərkən əmələ gələn cümlədə 4-cü ifadə hansı olar? Əlbəttə ki, biz nə etməliyik? Burada bir cümlə qurmalıyıq. Deməli, birinci söz cümlə bir neçə həftə sonra bu ola bilməz. Çünki birinci bu gələ bilməz. Niyə bu gələ bilməz? Çünki bundan əvvəl bir fikir olmalıdır. Nəsə olmalıdır ki, bir neçə həftə sonra məsələsi olsun. Və buna görə də biz hansını götürməliyik burada? Körpələr dünyaya gələr gəlməz. Yəni birinci, ikincini götürəcəyik. Gələr gəlməz. Sonra nə olacaq? Səbəbsiz yerə öz-özlərinə, yəni neçə olacaq burada? Deməli, bu cümləni tam dəqiqləşdirsək, bir neçə həftə sonra dedik əvvəldən ola bilməz. Sonra 5-ci cümləmiz ağlayır, lakin bu da sonda ola bilməz və yaxud da ki, əvvəldə də ola bilməz, çünki bundan qabaq nəsə bir şey olmalıdır. Deməli, buradan 4-cüyə də baxsaq, gülməyə başlayırlar. Bu, deməli, son cümləmiz bu ola bilər. Çünki bunun nəsə bilə-bilə özündən əvvəl tələb edən bir şey yoxdur. O yüzdən biz nə edə bilərik? O yüzdən, deməli, gülməyə başlayırlar, səbəbsiz yerə öz-özlərində gülməyə başlayırlar. Görürsünüz ki, bu 3-cü ilə 4-cü bir-birlərinə məntiqi axacılıq əmələ gətirir. Yazıram bunda 3, 4. Səbəbsiz yerə öz-özlərinə gülməyə başlayırlar. Ağlayır, lakin, deməli, lakindən sonra bir şey olmalıdır ki, nəsə onu tamamlayan olsun. Deməli, ağlayır, lakin səbəbsiz yerə öz-özlərinə gülməyə başlayırlar. Bu, görürsünüz, biraz məntiqi axıcılığı uyğun gətirmir. Amma ağlayır, lakin bir neçə həftə sonra. Bunu demək olar. Deməli, onda bura 5, 5-dən sonra 1 əlavə eləmək olar. Yəni, ağlayır, lakin bir neçə həftə sonra səbəbsiz yerə öz-özlərinə gülməyə başlayırlar. Deməli, əvvəldən hansı cümlə söz qalacaq? Yəni, cümlə qalacaq. Körpələr dünyaya gələr gəlməz. Deməli, tam olaraq oxusaq. Körpələr dünyaya gələr gəlməz, ağlayır, lakin bir neçə həftə sonra səbəbsiz yerə öz-özlərinə gülməyə başlayırlar. Deməli, ardıcıllıq bu vəziyyətdə olmalıdır və bizə nə soruşur ki, cümlədə 4-cü ifadə hansı olar? 1, 2, 3, 4-cü ifadədə olacaq 3-cü cümlə. Yəni, cavabımız olur C variantı. Keçirik 50 nömrəli sualımız. 50 nömrəli sualımız aşkar operatorlara aid olan bir sual nümunəsidir. Əvəz etmə tipli görünsə də, əvəz etmə tipinə aid deyil. Çünki biz əvəz etmədə bilirdik ki, məsələn, A tutalım 3 bucaq operatoru B bərabərdir. Qarşısında istifadə olunan operator tutalım kvadrat operatorudursa, A kvadrat operatoru tutalım üstə gələ 2B və aşağıda yazırdı, məsələn, A kvadrat B bərabərdir, sadə bir nümunə yazıram. A kvadrat üstə gəlirsin B-nin kvadratı. Və biz diqqətlə fikir versək, bu birinci sırada 3 bucağın qarşısında verilən düsturda A kvadrat B nə cürdürsə, aşağıda da o cürdür və biz buna görə də eyni olduğuna görə yerinə əvəz etmə edə bilirdik. Bu əvəz etmədir. Ancaq biz 50 nömrəli sualımıza baxsaq, burada əvəz etmə tam deyil. Çünki, məsələn, birinci sətirdə 3 bucaq operatorunun qarşısında verilən bu düstur, yəni operatorun bura ilə düzdür. Bir dənə sadəcə işarəsi oxşuyur, yerdə qalan heç bir elementi oxşamır. Bəs bu tip sualları necə yazırıq? Bu tip sualların yazmağın yolu odur ki, sadəcə aşağıdan yuxarı biz ədədləri hesablamaq lazımdır. Yəni necə? Bizə 9-dan 8 hesablamaq tələb olunur. Düzdürmü? Bu 9-dan 8-in ortasında olan işarə 3 bucaq işarəsidir. Deməli, onu biz birincidə hesablamaq lazımdır. O zaman biz bilirik ki, operatorda nə lazımdır həmişə? Solu sola, sağa sağa bərabərləşdirir. Yəni, 3 A-mız 9-sa, A-nın qiyməti 3 olur. 2B-miz 8-sə, B-də olur 4. Və bunu biz operatorun düsturunda yerinə qoyub hesablayası olsaq, nəticə olaraq alırıq ki, 3, operator, B üstəgəl 2, yəni 4 üstəgəl 2 olur 6. Artıq biz növbəti hesablamada 3-dən 6-nı hesablamalıyıq. Ortasındakı işarə
Deməli, bizə tələb edir ki, ikinci sətirdə hesablamaq lazımdır. Yenə də uyğun olaraq A-nın B-nin qiymətini tapmaq lazımdır. Solu sola, sağa sağa bərabərləşirsə A-nın qiyməti 3. 3B-miz də 6-ya bərabərsə B-nin qiyməti olur 2. Artıq A-nın B-nin qiyməti məlumdur. Düsturda yerinə qoyub hesablamaq olar. A üstəgəl B, yəni 2 üstəgəl 3 olur 5. 3 bucaq B kvadrat, yəni 2-nin kvadratı 4. Artıq biz növbəti addımda nəyi hesablamalıyıq? 5 operator 4-ü hesablamalıyıq. Və verilən işarə isə bizə 3-cü sətirdə tələb eləyir hesablamaq lazımdır. A-mız 5-dir, B-miz də 4-dür. Düsturda yerinə qoyub hesablasaq, olacaq 5 üstəgəl 4 bərabərdir, nəticəni 9 alacaqsınız. Yəni düzgün cavabımız olur B variantı. Növbəti 51 nömrəli sualımıza keçək. 51 nömrəli sualımız cədvəl şifrələməsinə aid olan bir sual nümunəsidir. Bir nümunə verib, məsələn, birinci sətirdə bizə bir nümunə verib. Məsələn, kitab sözünü kodlaşdırıb. Kitab sözünü kodlaşdırmaq nədir burada? Məsələn, hər bir hərfi ayrı-ayrıqda kodlaşdırıb və hər bir hərfin yerləşdiyi sətir və sütunun nömrəsini yazıb. Məsələn, K hərfi yerləşir harda? K hərfi cədvəldə yerləşir. Deməli, ikinci sətir ilə üçüncü sütunun kəsişməsində. Bax, ona görə gördüyünüz kimi oraya yazıb 23. Və yaxud da ki, I hərfi yerləşir cədvələ görə 4-cü sətir ilə 9-cu sütunun kəsişməsində. Görürsünüz, növbəti 49 yazır və s. Artıq biz də ceviz sözünü kodlaşdıra bilərik rahat bir şəkildə, yəni cədvəldən istifadə edərək. O zaman biz ilk öncə C hərfinin yerini tapmalıyıq. C hərfi bizdə yerləşir 4 ilə 7-nin kəsişməsində. Baxın, burada yerlərini qarışdırmaq lazım deyil. Çünki yuxarıda kitab sözündə kodlaşdıran zaman, məsələn, qarşısına 23 yazmışdır. Birinci sətrin nömrəsini, sonra da sütunun nömrəsini yazıbsa, aşağıda da biz o cür yazmalıyıq. Yerlərini dəyişdirib yazsaq, cavabı da əlbəttə ki, səhv ala bilərsiniz. Biz C hərfindən başlasaq 4 ilə 7, yəni bir 47 olmalıdır əvvəli. O yüzden bizim cavabımız A variantı, Y variantı ola bilməz. Sonra E hərfini biz tapası olsaq, E hərfi 4 ilə 1-in, yəni 41 olmalıdır növbəti. 41 olmayan, hamısında yerdə qalan digər variantlarda 41-dir. V hərfinə baxası olsaq, V hərfi bizdə yerləşir. Deməli, 8-ci sətir ilə 3 nömrəli sütunun beləcə ki, kəsişməsində, yəni 83 olacaq növbəti. 83 olmayan, hamısında 83-dür. Sonra I hərfi dedik ki, 4 ilə 9-un kəsişməsində yerləşir. 4, 9, 4, 9 olmayan C variantına çıxış edirik. Və Z hərfi yerləşir isə 8 nömrəli sətir ilə 9 nömrəli sütunun kəsişməsində, yəni 89. Son isə 89 olmalıdır. B variantında da bu uyğun gəlmədiyinə görə düzgün cavabımız olur D variantı. Növbəti 52 nömrəmiz də şifrələr bölməsinə aid olan sadə bir sual nümunəsidir. Bizə çalı, ıraq, çark, ılıq və kara sözlərinin şifrələməsini belə çəkir sözləri verir və bunlardan çark sözünün kodunu soruşur. Əlbəttə ki, bunların kodu variantlarda verilmiş ədədlərdən biridir. Yəni çalı, ıraq, çark, ılıq və kara sözləri variantda verilmiş ədədlərdən biri ilə kodlaşdırılıb. Biz indi hansı variantın çark sözünü kodlaşdırdığını tapmalıyıq. Müxtəlif üsullarla yanaşma eləyə bilərsiniz. Daha sadə olaraq və daha optimal variant olaraq biz kara sözündən başlaya bilərik. Niyə? Çünki kara sözündən fikir versəz, ikinci və dördüncü hərfləri eynidir. Yerdə qalan digər heç bir sözdə belə bu cür uyğunluq yoxdur. Ilıq sözündə elə bir uyğunluq var, amma onun birinci və üçüncüdür. Mən niyə görə bəs sual ola bilər ki, kara sözündən başladım? Çünki kara sözünün 3 hərfi K-dır, A-dır, bir də R hərfləri çark sözündə var. Və bu 3 dənə hərfi tapmağım, artıq çark sözünü tapmağım mənə daha optimal bir variant yaradacaq. O yüzden kara sözündə ikinci və dördüncü hərf rəqəmləri eyni olan bir ədəd olmalıdır. O da uyğun gəlir B variantına. Deməli, bu oldu kara sözü. Kara sözü artıq bu oldusa, mən K hərfində kodunu bilirəm ki 2-dir. Sonra R hərfinin kodunu bilirəm ki 5-dir. A hərfində kodunu bilirəm ki 9-dur. Deməli, çark sözünün sonu 952 ilə qurtarmalıdır. 952 ilə qurtaranda bir dənə variant var. O da olur cavabımız A variantı. Növbəti 53 nömrəli sualımıza keçək. 53 nömrəli sualımız ardıcıllıq tipli bir sualdır. Maraqlı və eyni zamanda sadə bir sual nümunəsidir. Sualımızın usulu belədir. Hər növbəti həddi almaq üçün əvvəlki həddin rəqəmlərini toplayır. Yəni 14-ün rəqəmləri cəmi 1 ilə 4-ün cəmi 5, kvadratı 25 yazır növbəti həddə 25. Daha sonra 2 ilə 5-in cəmi, yəni 25-in rəqəmlərinin cəminin kvadratı bizə verir, yəni 7-nin kvadratı 49. Bu minvallar digərlərini də ala bilərsiniz və növbəti həddi almaq üçün 1 üstəgəl 6 üstəgəl 9. Bunun kvadratı 16, 16'nın da kvadratı 256 olacaq sizin cavabınız. Və sual ola bilər ki, biz bunu hardan tapa bilərik? Ardıcıllığın gedişində diqqətlə fikir versəz, 25, 49, 169 bunlar müəyyən bir ədədlərin kvadratlarıdır. Artıq burada biz kvadratdan istifadə olduğunu deyə bilərik və bu hansı ədədlərin kvadratı olduğu qanun yoxluğunu isə artıq tapmaq öz öhdənizə düşür.
Növbəti 54 nömrəli sualımız. 54 nömrəli sualımız da yeni tip. Keçən ildə qəbulda istifadə olunmuş magistratura imtahanında. Düzdür, əvvəllər dövlət qulluğu imtahanında dəfələrlə istifadə olunmuş sual tipidir. Və qeyd edim, bu sualın özü də qəbulda istifadə olunmuş sual nümunəsidir. Amma keçən il magistratura imtahanında da istifadə olunmuşdur bu tipdə bir sual. Yəni bizə 5 söz verir. Hal-hazırda burada bol, dayə, şəfa, şan və kol sözləri verilib. Və bizə də deyir ki, verilmiş hansı iki sözün hərflərinin hər birindən yalnız bir dəfə istifadə etməklə yeni söz yaratmaq olar. Mötərizədə də qeyd olunur ki, yaradılan sözdəki hərflərin sayı istifadə edilən sözlərdəki hərflərin sayına bərabərdir. Bu nə deməkdir, yoldaşlar? Bu o deməkdir ki, əgər məsələn siz burada bolla dayəni götürüb bir yerdə yazırsınızsa, bol və dayə. Bunlardan bir söz düzəltməyə çalışırsınızsa, burada bol sözündə 3 hərf var, dayə sözündə də 4 hərf var. Deməli, sizin quracağınız yeni sözdə 7 hərfli söz olmalıdır. Bu bir. Digər tərəf nədir? Bizə nə demişdik? Hər birindən yalnız bir dəfə istifadə etməklə. Yəni, məsələn, burada əgər b hərfi, bol və dayə sözlərində toplam bir dənə b hərfi varsa, bizim yeni yaradacağımız sözdə də bir dənə b hərfi olmalıdır. Və yaxud da bir dənə d hərfi varsa, bir dənə də d olmalıdır. Daha bir hərfdən 2 dəfə və yaxud da 3 dəfə istifadə etməklə orada söz qura bilməzsiniz. Yəni, mahiyyət budur. İndi keçək sualımızı həll eləməyə. Bu tələbələr bu tip sualları yazan zaman çətinlik çəkirlər. Əlbəttə ki, yəni kifayət qədər çətin sualdır. Amma necə yazacağıq? Deməli, yoldaşlar, bunu yazmanın yolu, biz variantların köməyi ilə yazacağıq bunu. Variantların köməyi ilə bunu biz analoji, belə deyək ki, anagram tipinə gətirmək lazımdır. Məsələn, A variantında göstərilib 2 ilə 3, yəni dayə ilə şəfa. Amma siz bu sözləri yan-yana yazan zaman dayə ilə şəfa sözlərini belə yazmayın. Hərflərini qarışdırın. Yəni yazın məsələn Ş, D, məsələn A, Ə, F, A, Y, Ə. Bu formatda yazın. Niyə? Artıq burada həm dayə sözünün, həm də şəfa sözlərinin hərflərindən istifadə elədim. Və yaxud da ki, B variantında 1 ilə 4. Yəni bol və şan sözü. Yazıram məsələn B, nə bilim mən O, A, Ş, N, sonra L. Yazdıq bunları, bir söz aldıq. Elə bilin ki, bu növbəti ikinci sözümüz. Bu birinci söz, bu ikinci sözümüz. Sonra üçüncüdə bizdə göstərilir 4 ilə 5. Yəni şan və kol. Yenə də eyni vəziyyətlə. Üçüncü. K, A, N, Ş, O, L. Məsələn, belə bir söz çıxdı ortalığa. Artıq gördüyünüz kimi hərfləri belə qarışıq yazanda ortalığa əvvəldə baxdığımız nümunədə olduğu kimi anagram tipində bir sözlər çıxacaq. 5 dənə söz. Və daha sonra digər anagram sözlərində, yəni sualları necə tapırdınızsa, sözləri necə qururdunuzsa, həmin qaydanı tətbiq edib burada yazacaqsınız. Yəni bəzən tələbə bu sualda variantlara fikir vermədən birbaşa başlayır sözlərin kombinasiyasını qurub bir şeylər yaratmağa. Bu çətinlik törədə bilər. Yəni variantdan istifadə etmək daha yaxşıdır. Və artıq burada qaydanı izah etdiyimə görə də artıq mən sona qədər getməyəcəm. Birbaşa sualın izahına cavabını deyəcəm. Burada isə 1 və 4-dən istifadə edib. Yəni bol və şan. Bol və şan sözlərini biz hərflərdən istifadə etməklə ortalığa şablon sözü çıxarda bilərik. Və buna görə də cavabımız olur B variantı. 55 nömrəli sualımız. 55 nömrəli sualda bizə qeyd olunur ki, verilən sözlər cütü arasında məntiqi əlaqəyə analoji olmayan. Bəli, artıq burada diqqətli olmalı olacağınız yer nədir? Olmayan variantı soruşur bizdən. Bax, burada bəzən tələbələr bu sözə fikir vermirlər. Yəni olan və yaxud da ki, olmayan sözünə fikir vermədən cavabı birbaşa yazmağa çalışırlar. Bizə qeyd olunur ki, universitet, auditoriya. Burada nədir? Universitetdə əlbəttə ki, auditoriyalar olur. Və bu sözü fikir verməyən tələbə, məsələn, elə birbaşa olaraq A variantını qaralaya bilər. Ki, şkafda rəflər olur və yaxud da ki, ona fikir verir, məsələn, B variantına uyğun olaraq məktəbdə sinif olur. Hardasa, məsələn, universitetdə məktəbi eyni, auditoriyanın sinifi də eyni götürüb B-ni də qaralaya bilər. Amma burada diqqətlə fikir verdiyimizə görə, verməlisiniz daha doğrusu, olmayanı soruşduğuna görə nə A variantı, nə B variantı, nə C, nə də D variantı sizin cavabınız ola bilməz. Çünki bunların hamısı uyğun olanlar. Şkafda rəf olur, məktəbdə sinif olur, binada mənzil olur, meşədə ağac olur. Və bu tip suallarda da nə göstərib mötərizənin içində sözlərin ardıcıllığı nəzərə alınmalıdır deyir. O isə ödənilir bizdə nə? Həmin o ardıcıllıq pozulduğuna görə cavabımız olur Y variantı. Yosun, dəniz. Yosunda dəniz olmur, dənizdə yosun olur. Ardıcıllıq pozulduğuna görə, baxın, burada universitetdə auditoriya var, soldan sağa əlaqə var. Burada isə sağdan soladır. Ardıcıllıq pozulduğuna görə uyğun olmayan variant olur Y variantı. Növbəti 56 nömrəli sualımıza keçid alaq. 56 nömrəli sualımız ardıcıllıq cədvəlinə aid olan sual nümunəsidir və 2 sətirli ardıcıllıqdır. Maraqlı bir yanaşması var ki, hansı ki, ardıcıllıq cədvəlində istifadə olan üsullardan biri budur ki, biz burada
ədədlərə ayrı-ayrı sıra yox, qarışdırıb baxacağıq. Hansı ki, çarpaz əlaqə olaraq baxacağıq. Yəni 3, 4, 7, 11, sual 29 və 47. Ki, burada da əlaqəmiz nədir yoldaşlar? Fibonacci əlaqəsidir. Hansı ki, 3 ilə 4-ün cəmi 7-ni verir, 4 ilə 7 11 verir. 7 ilə 11-in cəmi, deməli burada sualın yerində 18, 11 ilə 18 29, 18 29 47. Və digər əlaqə isə orada Fibonaccidir. 2 ilə 3-ün cəmi, deməli sualın yerində 5, 3 ilə 5-in cəmi 8, 5 ilə 8 13, 8 ilə 13 21, 13 ilə 21 isə 34 verir. Sualların yerinə yazılmalı olan ədədlərin biri 5-dir, biri də 18-dir. Yenə də qeyd etdiyim kimi ardıcılıqdan qeyd etmək lazımdır. Yəni düzgün cavabımız olacaq B variantı. 57 nömrəli sualımız maraqlı bir analoji sualdır. Sözlərlə bağlı bir sualdır. Qanunyolunu müəyyən edin və sual əvəzinə uyğun olan variantı tapın. Gördüyünüz kimi burada müxtəlif ölçüdə fiqurların içərisində müəyyən hərfləri verib. N, L, A və s. və onlardan qatlanma sözü çıxardı. Və burada diqqətlə fikir versək, burada qatlanma sözünün birinci hərfi olan Q bizdə burada olan ən böyük dairənin içərisindədir. Və yaxud da ki, ikinci gələn A hərfi ondan balaca olan dairənin içərisindədir. Yəni, sualımızın üsulu odur ki, burada dairələrin içərisində yazılmış hərfləri yerləşdiyi fiqurların ölçüsünün böyükdən kiçiyə doğru düzün. İndi biz də aşağıda eyni analoji qayda ilə ən böyük fiqur hansıdırsa, birinci onun hərfini yazmalıyıq. Burada da əlbəttə ki, bu arxa fonundakı biz xətlərdən istifadə edərək hər bir fiqurun ölçüsünü rahat bir şəkildə hesablaya bilərik. Burada da diqqətlə görünür ki, ən böyük fiqurumuz Y hərfinin yerləşdiyi fiqurdur. Çünki 1, 2, 3, 4, 4-ün 1, 2, 3, 4, 5-ə 20-dir bunun sahəsi. A hərfi də böyük ola bilər, amma 1, 2, 3, 1, 2, 3, 4, 5, 6 düzbucaqlı kimi baxıram. 3, 6 isə 18. Deməli, ən böyücümüz nədir? Y-dır, sonra da A olacaq. Deməli, birinci Y-dır, sonra A-dır və s. və s. Y, A ilə başlayan bizim 2 dənə variantımız var. O yüzdən digər variantları biz çıxış edirik. Qalır A və B variantları. Növbəti isə bunun məsələn son hərfinə baxmaq daha yaxşıdır. Burada isə son hərfdə biri A-dır, biri də N-dir. Ən kiçik fiqurlarımız isə biri A-dır, bu hərfdir, biri də bu ola bilər. Görə hansında ödənilir. Bunun düzbucaqlı kimi baxsaq 1, 2, 3, hündürlükdə 1, 2, 3-dür. Bunun sahəsi 9-dur. Bunun sahəsi isə 1, 2, 3, 4, 1, 2, bu isə 8-dir. Ən kiçik N hərfi olduğuna görə deməli sonu isə N ilə qurtarmalıdır. Yəni cavabımız olur yamakdan sözü A variantı. Yəni orada bütün hərflərin də sahəsini tapıb düzməyə gerək yoxdur. Variantlar da bizim köməyimizə gələcəkdir. 58 nömrəli sualımız anlayışları xüsusidən ümumiyə doğru düzün. Bu tip sualları yazan zaman cümlə qurmaq daha məsləhətlidir. Materiya, qaz, maddə, oksigen. Düzdür, indi ətraflı izah verəcəm o haqda. Biz bilirik ki, ümumiyyətlə, bütün hər bir şey, yəni kainatda gördüyümüz hər bir şey, bunlar hamısı nədir? Materiyadır. Materiya sözündən əsasdır. Və materiyada iki hissə ayrılır, bilirsiniz, yəqin ki, maddə və qeyri-maddə. Və bu maddənin də müxtəlif halları var. Hansı ki, onlardan biri qazdır, yəni aqreqat halına görə, daha sonra mayedir, daha sonra bərkdir və bir də var plazma. Sualımızda maddənin istifadə olunduğuna görə ondan danışıram. Və bu hallardan biri də qaz və qazın da bilirsiniz ki, müəyyən müxtəlif növləri var. Məsələn, nə bilim, oksigen özü bir qazdır, hidrogen özü bir qazdır, yəni hidrogen, nə bilim, metan qazı və s. karbon qazı və s. Bunlar da ki, hamısı nədir? Bir qazdır. Burada da gördüyünüz kimi bizə də xüsusidən ümumiyyə soruşduğuna görə, yəni ən kiçikdən ən böyüyə doğru getməliyik. Ona görə də ən kiçik olan bizdə nədir? Oksigendir. Sonra qaz, yəni bu 1, ondan qazın daxilindədir. Qaz maddədir, yəni 3 və ən böyük də materiyadır. Deməli olacaq nə? C variantı. Və yaxud da əvvəldə də dediyim kimi, bu analogiyanı özündə birləşdirən cümlə qurmanız daha məsləhətlidir. Belə bir cümlə deyə bilirik. Oksigen qaz halında maddədir. Görürsünüz, ən kiçikdən ən böyüyə doğru düzdüm. Oksigen qaz halında maddədir, maddə də materiyadır. Düzgün cavab olur C variantı. Növbəti 59 nömrəli sualımız qeyri-aşkar operatorlara aid olan bir maraqlı bir sual nümunəsidir. Təfərrüatlara getməyəcəm. Sualımızın izahı belədir ki, verilən 3 rəqəmli ədədlərə 2-nin bir nisbətində bölür hər birində. Yəni birində gördüyünüz kimi 56 və 8. 56-nı 8-ə böləndə alınır 7. Burada isə 21 ilə 7 alınır. 21-i 7-yə böləndə isə 3 alınır. 7-dən 3 çıxanda qarşıda verilmiş ədəd, yəni 4 alınır. Digər sətirlərdə də eyni analogiyanı tətbiq eləmək olar. 4-cü sətri hesablasaq, 54-ü 6-ya böləndə 9 və
24-ü də 8-ə böləndə 3, 9-dan da 3 çıxanda cavabımız olur 6, yəni B variantı. 60 nömrəli sualımız hərf ardıcılığına aid olan bir sual nümunəsidir. Qanuna uyğun müəyyən sual əvəzinə, yəni boş yerlərə uyğun gələn hərflərdən ibarət variantı seçmək lazımdır. Burada biz bilirdik ki, hərf ardıcılığının müxtəlif cür belə deyək ki, qanuna uyğunluqlar var. Məsələn, simmetriya var, təkrarlanma var. Artıq əlbəttə ki, biz burada simmetriyanın olmadığını əminliklə deyə bilirik. Çünki simmetriyada biz bildirmişdik ki, nə ilə başlayırsa ondan qurtarmalıdır. Burada elə bir oxşarlıq olmadığına görə simmetriya deyil. Ya təkrarlanma olacaq yəqin ki. İndi baxsaq. Gəlin bax, təkrarlanma varsa, təkrarlanmanın mahiyyəti nədir? Yəni söz təkrarlana gedir. Məsələn, baxın, burada A, C, K hərflərinin ardıcılığını bir yerdə görürük. Burada da mən A, C, K-nı görürəm. Yəni təkrarlanma olduğuna görə eyni olan hissələri biz işarələməliyik. A, C, K gördüyünüz kimi 3 yerdə var. İndi A, C, K, K-dan sonra M hərfi də var. Sonra gəlin baxaq. A-dan əvvəl nə hərfi var? Çünki A-nın əvvəllərini tapmaq lazım. A-dan əvvəl gördüyünüz kimi bu hissədə N hərfi var. Deməli, mən də burada A-dan əvvələ N hərfini yaza bilərəm. Burada da A-dan əvvəl N hərfini yaza bilərəm. Artıq biz orada təkrarlığı gördük. M, N, A, C, K. Sözü artıq tapmışam. Yenə də M, N, A, C, K. Yenə də təzədən eyni sözü yazsaq. M, N, A, C, K. M, N, A, C, K. Tam olaraq artıq boşluqları doldurdum və boşluqlara yazdığımız hərflər ardıcılıqla olur bizim cavabımız. N, A, M, N. Deməli, N, A, M, N düzgün cavabımız olacaq D variantı. Növbəti 61 nömrəli sualımıza keçsək, maraqlı bir sual nümunəsidir. Bir dəfə dəftər pilləkəndə qəribə bir dəftər tapdılar. Onun 100 səhifəsində aşağıdakı fikirlər yazılmışdı. Bu dəftərdə düz bir dənə yanlış fikir var. Bu dəftərdə düz 2 dənə yanlış fikir var. Bu dəftərdə 3 dənə yanlış fikir var və gördüyünüz kimi bu dəftərdə 100 dənə yanlış fikir var və bura qədər davam edir. İndi deyir ki, bu fikirlər arasında doğrusu varmı? Əgər varsa, onda hansılardır? Əlbəttə ki, bunu yazmaq üçün bir ilkin öncə yenəməli, bunun bir kiçik modelini qurmalıyıq. Çünki 100 vərəqli dəftəri yoxlamaqdansa kiçik modelini qurub, burada hansı yanaşmanı tətbiq edə bilərik və daha sonra onu artıq 100 səhifəsi olana, 1000 səhifəsi olanda tətbiq eləmək daha rahat olar. Deyəlim ki, bizim bir 5 səhifəli bir dəftərimiz var. Onun birinci səhifəsində yazılıb ki, bir dənə yanlış var. İkinci səhifəsində yazılıb ki, 2 yanlış var. Üçüncü səhifəsində yazılıb ki, 3 dənə yanlış var. Dördüncü səhifəsində yazılıb ki, 4 dənə yanlış var. Və 5-ci səhifəsində yazılıb ki, 5 dənə yanlış var. Yazılanlar bunlardır. İndi əgər, məsələn, indi variantlarda burada yoxlamalıyıq ki, görək hansı doğrudur. Doğru fikir yoxdur. Yəni, bunların hamısı yanlışdırsa, yəni doğru fikir yoxdur deyirsə, bu yazılan sözlərin hamısı yanlışdır. Yəni, bura məsələn, onda deyirsə ki, əgər 5 dənə yanlış var və bu səhvdirsə, deməli, bunların hamısı doğru olmalıdır. Hamısı doğru olmalıdırsa, necə ola bilər ki, bir-birlərinə inkar edir? Deməli, deyir ki, yanlışdır. Yəni, bu yazılıb ki, burada söz yanlışdır. Amma bu fikrin, yəni yanlış yazılmış sözünün fikrini biz doğru olmadığını qəbul edirik. Yəni, A variantına görə. Yəni, yanlış, səhv qəbul edirik. O zaman bu fikir nə olmuş olur? Bizə A variantına görə səhvdirsə, bu fikir nədir? Səhvdir. Yəni, 5 yanlış fikir olması səhvdir. Burada da cəmi cümlətəni 5 dənə fikir olduğuna görə və 5-inin də bizə deyirsə ki, doğrudur, çünki A variantına görə inkar gedir, özünü də səhv çıxartmış olur. Yəqin ki, biraz qarışıq oldu, yəqin ki, fikrimi anlata bildim. Və yaxud da, bir də izah edirəm, bunu yanlış sözündən biraz ifadə eləmək necə yazaq? Doğru çıxmadı, qarışdırma ola bilər. Deyirik ki, məsələn, nə yazaq? Bir dənə bir top var, 2 top var, 3 top var, belə yazaq. 1 top, 2 top, 3 top, 4 top və 5 dənə top var. Bu deyilən budur. Yəni, bundan başqa yoxdur. İndi bizə deyir ki, doğru fikir yoxdur. Doğru fikir yoxdursa, bu ən yaxşısı ən sonuncudan başlamaqdır. 5 dənə top var, deyir. Yəni, bunlardan mütləqdir ki, hər səhifədə bir dənə tam ki, şey olsa, ona uyğun hər səhifədə bu artı gedib 100 səhifəyə çatdıra bilərdi. Mən 5 dənəsini götürmüşük burada. 5 dənə top var. Və bu biz fikri
belə deyək ki, var sözləri daha yazmamışam burada. Bu fikri A variantına görə deyir ki, doğru fikir yoxdur. Yəni bu fikri mən yanlış fikir kimi götürürəm. Yəni 5 top yoxdur. Onda 5 top yoxdursa, belə çıxır ki, bunların nədir? Əvvəldə verilənlərin hamısı da yanlış çıxmış olur. Və yaxud da başqa bir nümunə ilə göstərmək olardı bunu. Çox da təfərrüata gedib vaxt almaq istəmirəm. Eyni şey, bu dəftərdə bir dənə yanlış fikir var. Yəni, bir dənə yanlış fikir varsa, məsələn, istənilən biri yanlış ola bilər, düzdür? Hansını yanlış götürəcəyik? Misal üçün götürürəm, ikincini yanlış götürürəm ki, bu yanlışdır. Bu yanlış. Onda belə çıxır ki, bunların hamısı, yerdə qalanların hamısı nə olmuş olmalıdır? Doğru olmalıdır. Məsələn, amma 5-ci səhifəmizdə bizə yazılmışdırmı ki, bu dəftərdə 5 dənə yanlış fikir var. O zaman bu B variantı ilə 5-ci səhifədə yazılan bir-birinə inkar gedir. Deməli, bu da bizim cavabımız ola bilməz. Və yaxud da C variantına baxsaq, bu dəftərdə düz 100 dənə yanlış fikir var. Yəni, bizim nümunəmizə görə 5 dənə yanlış fikir olmalıdır. O zaman bunların nə olmalıdır? 5-i də şey olsun. Burada minus qoyacaq. Bu da minus, bu da minus, bu da minus, bu da minus. Bu dəftərdə düz 100, yəni 5 dənə yanlış fikir var. Aha. İndi gəlin 5-ci səhifədə məsələn yazılmış sözə baxaq. 5-ci səhifəmizdə nə yazılmışdı? 5 dənə yanlış fikir var və C variantına görə bu sözün özü yanlışdırsa, deməli nə edir? Özünü doğru çıxardır. Yəni 5 dənə yanlış fikir yox, 5 dənə doğru fikir var. Amma özündən əvvəlkilərin hamısını biz nə götürmüşük? Yanlış götürmüşük. Yenə də inkar getmiş olur. Ona görə də həmçinin biz bunu Y variantının içində də, yəni təkrar olaraq deyə bilərik. Amma burada bizim doğru cavabımız nə olur? Bu dəftərdə düz 99 dənə, yəni 100-dən bir vahid əskik. İndi mən də qəbul edirəm ki, burada bizim nümunəmizdə bu dəftərimizdə düz 4 dənə yanlış fikir var. 4 dənə yanlış fikir varsa, istənilən birini doğru götürürəm. Yəni, məsələn, ya birincini, ya ikincini və s. və s. Ta burada dördüncünü nə edəcəm? Mən doğru götürürəm. Bu nədir? Deyir ki, bu dəftərdə 4 dənə yanlış fikir var. İndi burada, məsələn, 4 dənə olduğuna görə mən dördüncünü götürdüm. 99 dənə deyirsə, nə edirik biz? 99-cunu yanlış, deməli ki, bu D variantına aid edəcəyik. 10 dənə olsa 9-cunu, yəni bir vahid əski ilə. İndi mən də burada 5 dənə nümunə göstərdiyimə görə dördüncü fikri doğru götürürəm. Yəni, bu bizə deyir ki, bu dəftərdə 4 dənə yanlış fikir var. Yəni, öz fikri, özünü deyilən dördüncünü doğru kimi götürür, yerdə qalanların hamısını yanlış kimi götürür və heç bir gördüyünüz kimi problem yaranmır. Yəni, tərəddüd, necə deyək, paradoks çıxmır ortalığa. Bu yüzden cavabımız olacaq nə? D variantı. Keçdik 62 nömrəli sualımız. Yenə də sözlər analogiyasıdır və analoji variantı soruşur. Böhran iqtisadi, belə bir cümlə, maraqlı bir cümlə qurmaq olar və yaxud da ki, ümumiyyətlə, dərsin izahında da qeyd etmişdim. Bu tip sualları yazmaq üçün cümlə qurmağınız yetərlidir. Nə cümlə qura bilərik? Biz də deyə bilərik ki, iqtisadi böhran olur. İqtisadi böhran. İndi görək, görürsünüz, sağdan sola. Görək, hansı variant buna uyğundur? Əlbəttə ki, A variantı daha uyğundur. Cərrahi əməliyyat deyə bilirik. Və yaxud da ki, belə də deyə bilərik. Böhranın bir növü iqtisadidir, əməliyyatın da bir növü cərrahi əməliyyatdır. Növbəti sualımıza keçsək, növbəti 63 nömrəli sualımız şifrələr bölməsinə aid olan bir sual nümunəsidir və bizə Ayla, Fira, Vera, Ella və Lola sözlərini kodlaşdıran ədədlər göstərilib və bizə deyir ki, Ayla üstə gələk sual bərabərdir Lovi. Əlbəttə ki, sualın mahiyyəti aydındır. Hər bir hərfin kodunu tapmalısınız. Daha sonra həm Ayla sözündə, həm də Lovi sözündə gətirib yerinə qoyub hesablamamızı aparmalıyıq. İndi burada diqqətlə fikir verirsəz, bütün sözlərin sonu A ilə qutarır və bütün ədədlərin də sonu 1 ilə qurtardığına görə deməli biz A hərfinin kodunun 1 olduğunu müəyyənləşdiririk. A hərfinin kodu 1-dirsə, artıq biz A ilə sözünün kodunu tapa bilərik. Bu da 1 ilə başlayan ədəd. Çünki A ilə başlayan başqa bir sözümüz yoxdur. O da olacaq 1531. Artıq biz buradan Y hərfinin də, L hərfinin də kodunu tapdıq ki, deməli Y hərfi 5-dir, L hərfi 3-dür. L hərfi 3-dürsə, artıq biz Lolanı tapa bilərik. Nə üçün? Çünki L hərfi ilə başlayan bir dənə söz var və 3-dən başlayan da ədədimiz 34-41. 34-41. Artıq O hərfini də bilirik. A hərfində zaten tapmışdıq. 34-41. Yox, 34-31. Mən niyə 41 yazdım burada? 34-31. Sonra L hərfini tapdıqdan sonra artıq L-lan da tapmaq olar. Çünki L-lan ikinci və üçüncü hərfləri eynidir. Və ikinci, üçüncü ikisi də 3 olmalıdır. Bu da 73-31-dir.
73, 31. Artıq biz L-lanı tapmışıq. E hərfini artıq bildik ki, 7 rəqəm bildirir. E hərfi 7-dirsə, artıq Vera'nı tapmaq olar. Çünki bunun ikinci hərfi 7 ilə kodlaşdırılmalıdır. O da 2781-dir. 2781 və artıq Fira'nı tapmaq rahat olacaq. Fira'da yerdə qalan ədəd olacaq. O da olur 69, 81. Artıq hər birinin qarşısına yazdığıma görə bütün hərflərin kodlarını tapmışıq. Gətirib A ilə sözünü yerinə yazsaq. A-nın kodu 3, Y-nın kodu 5, L-nın kodu 3, A-nın kodu 1. Daha doğrusu A-nın kodu üzr istəyirəm 3 yox. A-nın kodu 1 idi. A ilə sözü zaten qarşısına yazmışam burada. Üzərinə gəlinsiniz. Sual işarəsi bərabərdir love. L hərfinin kodunu biz tapdıq ki, deməli 3-dür. O hərfinin kodu Lola sözünə görə 4-dür. V hərfinin Vera'da deməli 2-dir. E hərfinin də kodu 7-dir. Vera sözünə görə tapdıq. Deməli 1531-in üstünə elə bir ədəd gəlməliyik ki, nə alınsın? 3427 alınsın. O zaman biz nə etməliyik? Deməli 3427-dən çıxmalıyıq 1531-i. Çıxsaq qalır 6, 12-dən 3 çıxanda 9, 13-dən 5 çıxanda deməli 8, bu da oldu 1. 1896. İndi tapaq görək, geri kodlaşdırma eləməliyik. 1 dedik ki, bizdə A hərfinin kodudur. 8-i biz 2800-ə görə tapmaq olar. Deməli, bu hansının kodu idi? 2781. Deməli, bu 8 R hərfinin kodudur. 9-u biz harada yazmışıq? Fira'da. Deməli, bu I-nin kodudur. Və 6 da yenə də Fira'da F ilə başlayan adına görə bu da olur F. Deməli, yeri kodlaşırsa A ilə üstə gələk. Arif bərabərdir love. Düzgün cavabımız olur Y variantı. 64 nömrəli sualımıza keçsək, ardıcılıq nümunəsidir. Maraqlı bir ardıcılıqdır, həmçinin də mürəkkəb ardıcılıqdır. Yəni, qruplaşdırma ilə baxacağıq. Diqqətlə fikir versəz, 13, 16, 19, 22 bu ədədlərin 3-3 artdığını görünür. Deməli, 13, 16, 19, 22 və 25. Hər dəfə 3 vahid, 3 vahid, 3 vahid və 3 vahid artır və burada heç bir problem yoxdur. Bizdə də gördüyünüz kimi ardıcılıqda qanuna yol olub pozan həddi soruşur. Bəs yerdə qalan ədədlər nədir? Yerdə qalan ədədlər isə fikir versəz diqqətlə, bax bu 61, 49, 1 və bu da 61. Bunlar bizə nəsə deyir? Bunlar hamısını biz tərsinə çevirsək, yəni 61-in tərsinəsi 16, 94-ün tərsinəsi 49. Bu nədir? Bu təsəvvür edin ki, bu 13-dür. 13-ün rəqəmləri cəmi 1 ilə 3-ün cəmi 4, kvadratı bizə verir 16 və tərsinəsi olaraq 61 yazın. Və yaxud da 1 ilə 6-ın cəmi 7, kvadratı 49, amma 49 kimi yazmayıb, onun tərsinəsi yazın. 1 ilə 9-un cəmi 10, kvadratı 100, 100-ün tərsinəsi 1. 2 ilə 2-in cəmi 4, kvadratı 16, 16 yazmayıb, 25 yazıb, daha doğrusu 61 yazıb. İndi də 25, 2 ilə 5-in cəmi 7, kvadratı 49 edir, elə 49 da olaraq yazıb. Deməli, yanlış olan budur, çünki tərsinəsini yazmalıydı. Düzgün cavabımız olur, ona görə də Y variantı. Növbəti 65 nömrəli sual, burada sıralanmada səhv gedib, 75 yazılıb, amma eybi yoxdur. Biz anagram tipli sualdır, yenə də fərqli sözü soruşur. Birinci deməli sözümüz olacaq əzmkar sözü. İkinci B variantı səbirli sözüdür. C variantı tənbəl. D variantı çalışqan. Y variantı savadlı. Burada diqqətlə fikir verirsəz, A, B, D və Y variantında göstərilən sözlər hamısı müsbət, əzmkar, tələbə, səbirli tələbə, çalışqan tələbə, savadlı tələbə, amma burada mənfi əlamət nədir? Tənbəl, cavabımız olur C variantı. 66 nömrəli sualımız yenə də hərf ardıcılığına aid olan bir sual nümunəsidir. Diqqətlə fikir versəz, elə ortalıqda tam olan sözü görmək olur. Abakus sözünü görmək olur. O zaman biz tamamlasaq, abakus, yenə də abakus, A-B-A və s. davamı isə yazılmayıb. Boşluqlara yazdığımız hərflər olur A, S, A, B. Yəni, düzgün cavab olur B variantı. 67 nömrəli sualımız söz analogiyasına aid olan bir sual nümunəsidir. Qəbulda bir neçə dəfə istifadə olunub bu sual və əksər tələbələr buna sinonim söz kimi baxırlar və düzgün cavabı
belə desək ki, tapa bilmirlər, səhv yazırlar cavabı. Qaynar və isti. Belə bir nümunə qeyd edim sizlər üçün. Məsələn, biz qaynar suya əlimizi vura bilmirik, amma isti suya əlimizi vura bilirik. Yəni, buradan belə bir nəticə çıxır ki, isti əslində qaynarla sinonim deyil. İsti qaynarın biraz azaltma dərəcəsidir. O yüzdən, yəni, ikinci tərəf, birinci tərəfin qismən azaldılmış versiyasıdır. Bu şərtdə ödəyən cavabımız olur nə? D variantı. Əla tutalım, qiymətləndirsək 5-dir, 4 də nədir? Məsələn, yaxşıdır. Onun bir balaca azalmış versiyasıdır. Ona görə cavabımız olur D variantı. Məsələn, bəzən tələbələr buna götürüb A variantı hisslənmiş, qəzəbli yazırlar. Sinonim söz kimi, amma qeyd etdiyimiz kimi qaynar və isti sözlər bir-birinə sinonim deyil. 68 nömrəli sualımız 12 fiquru fırlatmamaq şərti ilə verilmiş şəkildə formada elə yığmaq lazımdır ki, müxtəlif fiqurlara aid qonşu rəqəmləri eyni olsun. Şəkildə göstərilən hərflərin yerlərinə düşəcək rəqəmləri həmin hərflərin ABCD ardıcılığına uyğun düzmək lazımdır. Nə deməkdir bu yoldaşlar? Bu o deməkdir ki, məsələn, buradakı heç bir üçbucağı, yəni bu solda verilmiş heç bir üçbucağı fırlatmaq olmaz. Məsələn, mən bu birinci üçbucağı, yəni bu üçbucağı yerləşdirsəm bura. Bura yerləşdirsəm, o zaman bunun yuxarısında buradakı 3-dür, aşağıda 1-dir və burada da 2-dir. İndi bu o demək istəyir ki, bizə artıq mən bu tərəfə elə bir üçbucaq yerləşdirməliyəm, yəni bunun soluna elə bir üçbucaq yerləşdirməliyəm ki, mütləq şəkildə bunun yuxarısında 3 olmalıdır, aşağısında 1 olmalıdır. Çünki dedik, qonşular nə olmalıdır? Eyni olmalıdır. Həmçinin də aşağıda. Məsələn, mən bura elə bir üçbucaq yerləşdirməliyəm ki, bunun yuxarı təpəsində nə olmalıdır? 2, bu təpəsində isə 1 olmalıdır. Çünki burada 1 varsa, bütün bu qonşuların hamısı eyni olmalıdır. Burada 12 dənə üçbucaq var və bunları biz bütün hallarla düzəlsə olsa, kifayət qədər vaxt aparır. Bəs necə yazmalıyıq? Bunu yazmanın ən rahat yolu odur ki, yoldaşlar. Deməli, götürürsünüz, təpə nöqtələri müəyyən hərflərlə işarələyirsiniz, məhsullarla işarələyirik və daha sonra həll edəcəyik. Necə? Mən yuxarı təpəyə X desəm, üçbucağın üst təpəsi olduğuna görə, onda bu təpə olacaq Y, burada olacaq Z. İndi sol tərəfdəki üçbucağı tapsam, X təpəsi var, Y təpəsi var, deməli bu Z olacaq. Aşağı üçbucağı tapsaq, Z təpəsi, Y təpəsi, deməli burada olacaq X. Bu üçbucağa baxsa, X, Y deməli bura olmalıdır Z. Bu üçbucaqda Y, Z deməli bura olacaq X. Z, X aşağı deməli olacaq Y, Y, X bu təpə olacaq o zaman Z hərfi ilə işarələnmiş, X, Y deməli bu üçbucaqda bu təpə olacaq Z və aşağıdakılar da nə olmalıdır? Aşağı təpə X. Hər bir üçbucağa artıq təpələrini işarələmişəm ki, bu cür düzülməlidir və daha sonra istənilən birini götürüb uyğunlaşdıra bilərsiniz. Elə mən məsələn yuxarıdakı sətri götürsəm, diqqətlə fikir, bu formatda olan üçbucaqlarımız görək hansılardır? Onlardan biri budur, biri budur, biri də budur. Yəni bax bu üçbucaq, bu üçbucaq, bir də bu üçbucaq. Bu üçbucaqlardan diqqətlə fikir versəz, 1 və ikisinin yuxarısı nə ilə qurtarır? X-la, biri də Y-la qurtarır. Burada da bu üçbucaqlardan ikisinin yuxarısı X-la qurtarır, biri də 3-la qurtardığına görə. Burada 2 dənə X varsa, deməli X-in qiyməti bərabərdir 2-dir. Bir dənə Y olduğuna görə, orada da bir dənə olan rəqəm 3-dür. Deməli Y-in qiyməti 3-dür. Digər təpə olan işarələdiyimiz Z-in də qiyməti nə olacaq? Digər rəqəm, yəni 1 olacaq. Artıq hər bir məhsulun yerində dayanan rəqəmləri tapmışıq. Və sonra artıq ABCD ardıcılığına düzmək çox rahat olacaq. Çünki A-mız yerləşir Z təpəsində, yəni qiymət olacaq 1. B-miz yerləşir Z təpəsində, onun da qiymət olacaq 1. C-miz yerləşir X-da, X-in qiyməti bizdə 2-dir. Və D-miz yerləşir Z-də, o da olacaq qiyməti 1. Yəni ABCD ardıcılığına düzəsi olsaq, cavabımız olur 11-21. Yəni D variantı. Növbəti 69 nömrəli sualımıza keçək. 69 nömrəli sualımız mövzusu bədən dili olan kitabın üz qabağında ünsiyyətin 60%-i bədən dili ilə qurulur cümləsinin yazılma səbəbi aşağıdakılardan hansı ola bilər? Kitabda bəhs edilənlər haqqında məlumat vermək. Bu çox da inandırıcı gəlmir. Yəni ola da bilər, olmaya da bilər. Bədən dilinin doğru istifadəsinə nümunə vermək. Bu da həmçinin ola da bilər, olmaya da bilər. İndi gəlin baxaq. Əlbəttə ki, bir kitabı çıxardır və məqsəd nə ola bilər burada? Əsas məqsədlərdən biri bunun kütləvi surətdə satmaq, yəni pul qazanmaq, belə deyək. Deməli, əsas məqsədimiz puldur, satmaqdır, kitabı satmaqdır. Və eyni zamanda da ünsiyyətin 60%. Biz ünsiyyəti toplam olaraq 100% götürsək və bu 100%-in 60%-nin bədən dili ilə, yəni yarıdan çoxunun bədən dili ilə qurulduğunu qeyd edirsə kitabın üzərində, deməli, burada nə qeyd edilmək istəyir? Ünsiyyətdə ən əhəmiyyətli olan bədən dili olduğunu göstərir. Deməli, cavabımız nə olacaq? C variantı. Ünsiyyətdə bədən dilinin əhəmiyyətini ifadə edərək kitabın satılmasını təmin etmək. Növbəti 70 nömrəli sualımıza keçək.
Qanuna uyğunluğu müəyyən edin. Sual əvəzinə uyğun olan variantı tapın soruşur bizdən, müəyyən edin. Şifrələr bölməsinə aid olan bir sual nümunəsidir. Malikanə, mühəndis və s. və s. Bu sözlərin kodları verilib və aşağıdakı kodlarla şifrələnmiş sözü soruşur bizdən. Biz bilirdik ki, nə deməkdir bu? Məsələn, qısa izah verək. Məsələn, burada J7 yazılıb. Bu nə deməkdir? Normal şifrələmədən fərqi nədir? J7. Bu deyirdi ki, burada J şifrələdir. 7 isə nə göstərir? Sıra nömrəsi. Sıra nömrəsi. Yəni, bu nə deməkdir? Bu J7 yanındakı 7-yə görə müəyyənləşdirir ki, bu malikanə sözünün 7-ci hərfini kodlaşdırıb. Yəni, 1, 2, 3, 4, 5, 6, 7. Deməli, J-nin kodu əslində nə imiş? N hərfi imiş. Və yaxud da B5. Yanındakı 5-ə görə müəyyənləşdirir ki, bu malik sözünün 2 hərfini kodlaşdırıb. Yəni, 5-ci hərfi 2-ni kodlaşdırıb. Digər hərflərdə bu cür tapa bilərsiniz. Amma bunu belə tapsaz və kifayət qədər sizdən vaxt gedəcək. O yüzdən nə edirsiniz? O yüzdən başlayırsınız aşağıdakı ilə birbaşa sizdən soruşulanı tapmağa. İndi burada bir balaca daha göz açıq olmaq lazımdır. Çünki bütün variantlara baxsaq, hamısının əvvəli müdür. Deməli, ikinci hərfi tapmağa və birinci hərfi tapmaq bizə heç nə verməyəcək. Yəni, irəli salmayacaq. Ona görə biz hardan başlamamız daha məsləhətli olur? Üçüncüdən başlamağınız daha məsləhətdir. Yəni, üçüncü hərf bizdə nə olmalıdır? P hərfinin kodlaşdırdığı hərf. Görək, P hərfinin kodlaşdırdığı hərf. Çünki görürsünüz, yanındakı P3-dür. Və bu P3 bizə deyəcək ki, kodunu tapmaqla tapacağıq ki, rahat bir şəkildə o söz hansıymış. P hərfi harada var? Deyək, yuxarıda deyək, P3 var. P3, yanındakı 3-ə görə biz bilirdik ki, malikanənin 3-cü hərfi, yəni L. Deməli, bizim tapmalı olduğumuz sözün də 3-cü hərfi nə olmalıdır? L hərfi olmalıdır. 3-cü hərfi L olan isə sadəcə Y variantında var, yəni mülahizə sözü. Əlbəttə ki, bunu biraz daha uzun yaza bilərdiniz. Hər bir hərfin kodunu tapa bilərsiniz, sonra neyləyə bilərsiniz, sıra ilə düzə bilərsiniz. Bu da sizdən kifayət qədər vaxt alacaq. 71 nömrəli sualımız ardıcıllıq cədvəlinə aid olan 4 sətirli ardıcılıqlardandır. Biz bilirdik ki, bu tip suallarda birinci və ikinci sətirlər arasında hansı əlaqə varsa, 3 ilə 4 arasında da həmin əlaqə olmalıdır. Burada isə sualımızın üsulu nədir? Rəqəmləri cəmi. Yəni, 10-un rəqəmləri cəmi, 11-in rəqəm cəmi, 30-un rəqəm cəmi, 13-ün rəqəm cəmi, 23-ün və 42-nin. Ardıcıl olaraq rəqəm cəmlərini yazsaq, 1, 2, 3, 4 və 5, bir də 6. İkinci sətirdə də yenə rəqəm cəmidir. Sadəcə bu rəqəm cəmləri isə azala-azala gedir. Yəni, 6, 5, 4, 3, 2 və 1. Nə görürük burada? Biz demişdik ki, birinci və ikinci sıra arasında hansı əlaqə varsa, 3 ilə 4 arasında da o olmalıdır. Gördüyümüz kimi, birinci sırada rəqəm cəmləri arta-arta gedir, ikinci sırada rəqəm cəmi azala-azala gedir. Yəni, həmin ədədlərin, rəqəmlərin tərsinə düzülmüş versiyasıdır. Deməli, biz də üçüncü sırada rəqəm cəmlərini, yəni qanuna uyğunluq nədirsə, onun tərsinəsini yazmalıyıq. İndi bəzən tələbə deyir ki, müəllim, burada birinci ilə ikincidə rəqəm cəmisə mütləq üçüncüdə də rəqəm cəmi, dörddə də rəqəm cəmi olmalıdır. Bu ola da bilər, artıq olmaya da bilər. Əsas məqsədimiz nədir? 1 ilə 2-nin qanuna uyğunluğu bir-birinin tərsi olduğuna görə 3 ilə 4-ün də qanuna uyğunluğu bir-birinin tərsi olmalıdır. Məsələn, ola bilər ki, üçüncüdə üzərinə 2 gəlib, 4 gəlib, məsələn 5 gəlib və yaxud da 2 gəlib, 4 gəlib, 6 gəlib, 8 gəlib. Biz dördüncüdə artıq nə etməliyik? Bu ədədlərin tərsinə düzülmüş versiyasını, yəni 8, 6, 4, 2 gəlib, yəni gəlmiş versiyası ilə ardıcıllıq qurmalıyıq. Amma burada üçüncü sətrin də ardıcıllıqda qanuna uyğunluq rəqəm cəmləridir yenə də. Rəqəm cəmi deməli 3, rəqəm cəmi 5, rəqəm cəmi 7, 9, 11 və 13. Yazsaq, deməli 3, 5, 7, 9, 11 və 13. Deməli, bizim 4-cü sırada artıq bu ədədlərin tərsinəsi. Yəni, rəqəm cəmi 13 olmalıdır, rəqəm cəmi 11, rəqəm cəmi 9, 7, 5 və 3 olmalıdır. Bu qanuna uyğunluğu özündə saxlayan ardıcıllığımız isə olacaq, deməli, B variantı. Digərlərində isə artıq bu ödənilmir. Növbəti 72 nömrəli sualımız söz analogiyasına aid olan bir sual nümunəsidir. Verilən sözlər cütünə analoji olan variantı seçin. Sözlərin ardıcılığı nəzərə alınmalıdır. Zaten burada artıq buna ehtiyac da yoxdur. Heç. Cümlə qurmamız məsləhətdir. Yenə də gövhər nədir? Qiymətli daşdır. Xeymə də nədir? Çadırdır. Düzgün cavabımız olacaq C variantı. 73 nömrəli sualımız. Sualın şərtində qeyd olunur ki, verilmiş şəkildə dairələrin içərisində yazılan ədədlərin hər biri özündən aşağıda ona toxunan iki dairənin içərisində natural ədədin hasilinə bərabərdir. Hərflərin ifadə etdiyi ədədlərin bir-birindən fərqli olduğunu nəzərə alaraq Q-nin ala biləcəyi ən kiçik qiymət
Burada diqqət etməli olacağınız 2 nüans var. Onlardan biri, bir, ədədlərin bir-birindən fərqli olma məsələsidir, bir də Q-nin ala biləcəyi ən kiçik qiymət. Deməli, Q-nü almaq üçün bizə F ilə C-nin qiyməti lazımdır. F-i almaq üçün bizə C ilə B-nin qiyməti, C-ni almaq üçün isə B ilə A-nın qiyməti. Yəni, bizə digərləri lazım deyil, sırf bunlar lazımdır. Gəlin bunları tapaq. Bəs bunları necə tapırıq? Q-nün ən kiçik olması üçün deməli nə olmalıdır? F ilə C də ən kiçik olmalıdır. F-in ən kiçik olması üçün C ilə B də ən kiçik olmalıdır və C-nin də ən kiçik olması üçün B ilə A ən kiçik olmalıdır. Baxın, bəzən tələbələr bunu da müəyyənləşdirir, amma düzülüşə fikir vermir. Çünki fikir versək, burada B hər ikisində ortaq olduğuna görə, deməli biz burada B-nin qiymətini ən kiçik götürməliyik. Niyə? Çünki bu B-nin ən kiçik götürülməsi həm F-in qiymətinin kiçik olmasına, həm də C-nin də qiymətinin kiçik olmasına birbaşa olaraq təsir göstərəcək. Ona görə də B-nin qiyməti daha kiçik olmalıdır. Amma bəzən tələbə nəyə fikir vermir? Götürür B-nin yerinə ən kiçik olan nə yazır? 1 yazır. B-nin yerinə 1 yazsa, məsələn, C-nin də qiyməti 2 olarsa, 1 ilə 2-nin hasılı F də 2 olur. Amma bizim yuxarıdakı şərti pozur ki, bir-birindən fərqli olmalıdır. Deməli, bizim B-nin qiyməti 1 ola bilməz. Nə olmalıdır? B-dən kiçik. Yəni, 1-dən başqa digər kiçik ədədimiz nədir? 2-dir. Deməli, o zaman daha doğrusu B-nin yerinə yazıram 2. Daha artıq A ilə C-nin yerinə digər kiçik rəqəmləri yaza bilərik. Onlar da nədir? Biri 3-dür, biri də 4-dür. Onda o zaman F-in qiymətini tapsaq, 2 ilə 3-ün hasılı 6, C-nin qiymətini tapsaq, 2 ilə 4-ün qiyməti 8, hasılı yəni 8. Q-nün qiyməti o zaman 6 ilə 8-in qiyməti 48. Yəni düzgün cavabımız olur C variantı. İndi gəlin o B-nin ən kiçik yazılmasının əhəmiyyətini əks olaraq göstərək. Deyəlim ki, mən ardıcılığı belə yazdım. C-nin yerinə yazdım. Məsələn, A-nın yerinə 2, B-nin yerinə 3, burada 4 yazdıq. 2 ilə 3-ün hasılı 6, 4-dən 3-ün hasılı 12 və 12 ilə 6-nın hasılı 72. O variant da burada var. Amma bu ola bilməz. Çünki dediyimiz kimi B daha əhəmiyyətlidir burada. Çünki həm F-in, həm də C-nin kiçik olmasına birbaşa olaraq təsir göstərir. Buna görə də bu hal yox, birinci baxdığımız hal ödənilir. Yəni minimum qiyməti soruşduğuna görə. Növbəti 74 nömrəli sualımız ədəd ardıcılığına aid olan bir nümunədir. Və artan istiqamətdə gedən bir ardıcıllıqdır. Üzərinə 2 gəlib, 6 gəlib, 29-dan 47 almaq üçün üzərinə 18, 47-dən 75 almaq üçün üzərinə 28 gəlib. Və diqqətlə fikir versəz, görürsünüz ki, üzərinə gəldiyi ədədlər, yəni bu 2, 21-in rəqəmləri hasilidir. 6, 23-ün rəqəmləri hasilidir. 18, 29-un rəqəm hasili, 28, 47-nin rəqəm hasili. Deməli, biz 75-in rəqəm hasili, yəni 35 gəlməklə sual işarəsinin yerində olan ədədi tapa bilərik ki, bu da 110 edir. Düzgün cavabımız olur C variantı. 75 nömrəli sualımız. Aşağıda neçə üçbucaq var? Bəzən tələbələr dərsdə də sual verirlər ki, bəs bunun xüsusi üsulu varmı? Əlbəttə ki, xüsusi tip üçbucaqlar və yaxud da xüsusi tip fiqurlar var ki, bunların sayılması üçün xüsusi qaydalar var. Məsələn, kvadrat içərisində müəyyən kvadratlara bölünüb, düzbucaqlının içərisində müəyyən düzbucaqlara və yaxud da ki, kvadratlara bölünüb. Həmçinin üçbucaqlarda da var ki, onun daxilində müəyyən üçbucaqlara bölünüb və onu müəyyən bir qaydalaşdırmaq olur, yazmaq olur. Hansı ki, biz bunu ehtimal kombinatorika mövzusuna keçəndə daha ətraflı danışacağıq onun üzərində. Ancaq məsələn, elə bu sualın özü olsun. Bu sualı sadəcə, məsələn, müəyyən bir qanuni yolu tapsaq belə, bunun daxilində mən bir dənə belə əlavə bir xətt keçirərək, burada üçbucaqların sayını kifayət qədər artıra bilərəm və artıq onun üçün də bir o qayda keçərlidirmi, keçərli deyilmi, artıq o sual altında olacaq. Bu yüzden bu tip sualların ən yaxşı üsul nədir? Saymaqdır. Bəs necə sayırıq? Yəni, necə eləyək ki, bəzən tələbə deyir ki, bəli, mən sayında çaşıram. Necə eləyək ki, çaşmayaq? Çaşmamaq üçün bu şəkildə saymamışdan əvvəl orada olacaq fərqli üçbucaqları qeyd etmək lazımdır. Yəni, birinci, bizə hansı üçbucaq var orada? Məsələn, bu formada üçbucaq. Həm beləsi, həm də tərsinəsi. Eyni formadadır zaten. Deməli, birinci onu yazıram. Yəni, o üçbucağı qeyd edəcəm. Sonra bizə orada hansı üçbucaq var? Məsələn, belə bir üçbucağımız var. Gördüyünüz kimi, düzbucaqlı üçbucaq. Onu yazıram. 2. Düzbucaqlı üçbucaq var. Üçüncü, bizdə hansı cür üçbucaq var? Bu, bayaq yazdığım bu birinci üçbucağın 3 dənəsindən ibarət olan belə bir üçbucağımız var. Görürsünüz, onların üçündən əmələ gəlmiş. Onu da elə bu formata çəkirəm ki, yəni çaşmayaq. Təxmini belə bir şey. Sonra dördüncü, bizdə hansı tip üçbucaq var? Belə bir üçbucağımız da var. O ikinci çəkdiyim üçbucağın 2 dənəsinin alt-alta olmaq şərti ilə belə bir üçbucaq var. Deyə bilərsiniz ki, müəllim, çox vaxt yetirək buna. Əlbəttə ki, sualımızı düz yazmaq üçün bu eləmək
lazımdır. Və yaxud da diqqətlisinizsə birbaşa da saya bilərsiniz. 5-ci, hansı tip üçbucağımız var bizim orada? 5-ci olaraq bizim bu formada, düzbucaqlı üçbucağında böyücü var orada. Belə bir üçbucağımız var. Ki, onun da formasını çəkirəm. Ki, artıq bunları belə yazın. Bir də böyük üçbucaqda daha ortaq yazmağa ehtiyac yoxdur. Başqa formatda bizim üçbucağımız yoxdur. İndi gəlin sayaq. Görək birinci tip üçbucağımız bizim neçə dənədir? 1, yuxarıdan başlayıb say. 1, sonra bu 2, yəni ikisi bir yerdə götürürəm. 3, 4, 5, 6, 7, 8, 9. Deməli, bu üçbucaqdan burada 9 dənədir. Keçdi ikinci üçbucaqları saymağa. İkinci üçbucağımızdan isə orada deməli 1, 2, 3, 4 dənədir. Digər üçbucağı sayacağıq. Bu aşağıdakı 3 dənə üçbucağın birləşməsindən əmələ gələn üçbucaq. 1, 2 və bir də yuxarıdakı bu 3. Deməli, bunun da sayı oldu. Neçə dənə? 3 dənə. Keçirik növbəti o aşağıda 4-cü tip olan üçbucağımız. 4-cü tip olan üçbucağımız isə onlardan biri budur. 2 dənədir onların sayı. Biri budur. Gördüyünüz kimi başqası yoxdur. Bir də budur. Yanındakı. Bunun oldu sayı 2 dənə. Və bir də bu üçbucağa baxırıq. Ondan da 2 dənədir. Biri buradadır. Bir də ona simmetrik yerləşən bu tərəfdədir. Onun da sayı oldu 2 dənə. Və bir də böyük üçbucağımız var ki, o da 1 dənədir. Daha sonra bu ədədləri toplayırıq və aldığımız cavab olacaq bizim cavabımız. 9, 4, 13, üstünə 3 gələndə 16, 2 gələndə 18, bir də 2 gəlsə 20, üstünə 1 gələndə 21. Deməli, burada toplam 21 dənə üçbucaq var. Artıq belə olduğu halda hər hansısa bir üçbucaq sizin diqqətinizdən qaçma şansı çox az olur. Növbəti sualımıza keçid alırıq. Maraqlı bir sual nümunəsidir. Bizə deyir ki, heç bir sual verilmədən, yəni hər hansısa bir şəkil və yaxud da şərt verilmədən birbaşa soruşur ki, aşağıdakılardan hansı doğrudur? Yəni biz A, B, C, D, Y variantları əlbəttə ki, burada elə qurulub ki, deməli 5-dən 4-ü bir-birinə inkar edir. Sadəcə biri bilirsə ki, təsdiqdir, yəni o bizim cavabımız olacaq. Bizə deyir ki, bunlar nə etməli o zaman? Variantları bir-birlərinə əlaqələndirməliyik. A variantına deyir ki, B variantı doğrudur. Yəni, B variantı doğrudursa, A variantını əgər biz doğru götürsək, bu B variantında dediyini doğru götürür. B variantı doğrudursa, bu da doğrudursa, B variantına deyilən fikir nədir? Y variantı səhvdir. Yəni, Y variantında isə deyir ki, A variantı səhvdir. A variantı səhvdir, amma B-yə görə, B-də axı bizə deyilmişdi ki, Y variantı səhvdir. Onda o zaman Y variantı səhvdir. Yəni, Y variantında deyilən fikir səhvdir. Yəni, A variantı səhvdir, fikri səhvdirsə, deməli, A variantı doğru olmuş olur. Düzdürmü? Baxın, B variantı doğrudur. Biz bunu doğru götürürük. Yəni, B variantında göstərilən fikir isə nədir? Əgər A variantında deyilən fikri biz doğru götürürüksə, o zaman burada deyilən fikrə görə B variantı doğrudur. B variantında deyilən fikir nədir? Y variantı səhvdir. Y variantında deyilən fikir nədir? A variantı səhvdir. Yəni, bunun səhv olduğunu düşünürüksə, yəni A variantı səhvdir, fikri səhvdirsə, yəni A variantı doğru olmuş olur. Bu problem yaratmadı. Keçdik indi. C variantı. Bütün variantlar doğrudur. Artıq biz burada Y variantının səhv olduğunu görmüşük. Bu ola bilməz. Bütün variantlar səhvdir. Bunu da deyənməli. Deməli, C ilə D gedir. Qalır burada nə? A, B və Y variantları. İndi bunları tam tapmalıyıq ki, görək hansı doğrudur, hansı səhvdir. İndi, bura gəldikdən sonra bəzi tələbələr elə götürüb birbaşa A variantını yazırlar. Amma A variantını götürə bilməliyik. Çünki bu halda gördüyünüz kimi A da doğru olmuş olur. B də doğru olmuş olur. Ona görə bizdən sadəcə bir dənə doğru fikir var, onu tapmalıyıq. Ona görə sizin cavabınız A variantı da ola bilməz, B variantı da ola bilməz. Çünki görürsünüz ikisi də birdən doğrudur. Ona görə cavabımızı nə götürəcəyik? Y variantını götürəcəyik. Görün cavab necə çıxacaq. İndi biz əgər Y variantını doğru götürürüksə, Y variantında bizə söylənilir ki, A variantı səhvdir. A variantı səhvdirsə, yəni A variantındakı fikir səhvdir. A variantındakı fikir nədir? B variantı doğrudur. Yəni, deməli bu fikir səhvdirsə, B variantı da səhv olmuş olur. Gördüyünüz kimi bunların ikisi səhv çıxdı. Bunlar da zaten əvvəlcədən demişdik ki, bunlar da heç vaxt ola bilməz. Çünki inkar gedir. Ona görə də tək sadəcə variant qalır Y variantı. Deməli, Y variantda söylənən fikir tamamilə doğru fikirdir. Yəni, tək doğru fikir odur. Olanda olur. 77 nömrəli sual. Şəkildə tərpənməz dayaq ətrafında hərəkət edən link göstərilmişdir. Bölgülər arası məsafələr bərabərdir. Linkin tarazlıqda olduğunu bilərək sual əvəzinə uyğun olan variantı qeyd edin. Biz link suallarında bilirdik ki, yazmaq üçün tarazlıq mərkəzinə nəzərən sol və sağ tərəfdəki
yüklərin hər birinin çəkisini tapırdıq və sonra onları bir-birinə bərabərləşdirirdik. Bəs yüklərin çəkisini tapmaq üçün nə edirdik? Yəni kütlə başqa bir şeydir, çəki başqa bir şeydir. Çəki hər hansısa bir kütlənin beləcə ki, ətalətlik ifadəsidir. Yəni onu tapmaq üçün nə edirik? Biz onun kütləsini linkdə qolun uzunluğuna vurmaqla tapırıq. Yəni qısaca olaraq 2 dənə yük üçün yazası olsaq, M1 L1 bərabərdir M2 L2 yaza bilərik. Burada M kütlədir, L də kütlənin həmin o yükün qolunun uzunluğudur. O zaman biz hesablayası olsaq, 8-i vurmalıyıq, qolun uzunluğu isə tarazlıq mərkəzinə qədər olan məsafədir. 8-i vururuq, aralıq məsafələrini sayırıq. 1, 2, 3, 4, yəni 8 vur 4, 32. Üzərinə gəlirik, Y-i vuracaq. 2 dənə qol olduğuna görə buradan bura, yəni 2Y. Keçirik indi sağ tərəfə. 6-nı vuracaq, 1-ə olur ilə 6. Üzərinə gəlirik. Deməli, 1, 2, 3, 4, 5. 5 vurulsun. Biz də demişik, yüklər belə olanda toplayırıq. Yəni, x ilə y minus 3-ün cəmi. Amma burada tələbələr belə yazır, əksər hallarda x üstə gələ y çıxılsın 3. Belə yazanda artıq bu bizə heç nə verməyəcək. Çünki bir dənə tənlikdə 2 dənə məhsul var, biz bunu necə həll edə bilərik? Bunu qarşısını almaq üçün nə edirik? Əlbəttə ki, mən solda əgər y yazmışamsa, deməli mən bunu y-ə gətirməliyəm. Bəs y-ə necə gətiririk? Biz bilirik ki, tərəzi qolları, burada aşağıya biz buna bir tərəzi kimi baxa bilərik və qolları tarazlıqdadırsa, deməli solla sağın kütlələri cəmi bir-birinə bərabərdir. O zaman mən elə y-in yerinə, daha doğrusu x-in yerinə x bərabərdir, y çıxılsın 3 yaza bilərəmmi? Əlbəttə ki, yaza bilərəm. O zaman elə birbaşa yazacağam. Yəni bunların cəmi. Onda x-in də yerinə mən y çıxılsın 3 yazsam və demişdik ki, bunu da tapmaq üçün bunları toplamaq lazımdır. Y çıxılsın 3, üstə gəl y çıxılsın 3, bu da edir 2y minus 6. Artıq bunu həll edə bilərik. Olur 32 minus plus 2y bərabərdir 6, üstə gəlinsin 10y çıxılsın 30. Buradan tapırıq ki, 8y bərabərdir. Neçə edir? 24, 32, 56 və y də bərabərdir 7 qiymətini tapırıq. Bizim x-imiz da x bərabərdir y minus 3, yəni 7 minus 3 olduğuna görə o da cavab olur 4. Yəni x-in qiyməti 4, y-in qiyməti 7. Bizdən də x-dən y-in cəmini soruşur. 4 ilə 7-nin cəmində cavab olur 11. Növbəti 78 nömrəli sualımız aşkar operatorlara aid olan əvəz etmə tipli bir sual nümunəsidir. Bu tip suallarda biz bilirik ki, ilkin öncə hər bir operatorun düsturunu tapmaq lazımdır. Yəni bu daha məsləhətlidir. Gördüyümüz kimi 3-cü sətirdə dairə operator B bərabərdir A kvadrat plus B kvadratıdır. Mən 2-ci sətirdə bu A dairəni B-nin yerinə onun düsturunu yaza bilərəm. Yəni A kvadrat üstə gəlinsin B kvadrat və üstə gəlinsin əlavə olaraq 1. Və bu aldığım düstur oldu ürək operatorun düsturu və 1-ci sətirdə artıq mən bu ürəyi silib yerinə onun düsturunu yaza bilərəm. O zaman olacaq 2 vurulsun A kvadrat üstə gəlinsin B kvadrat, üstə gəl 1 mötərizəni bağlayırıq. Çünki o operator mötərizədə olduğuna görə operatorun düsturu da mötərizədə yazılmalıdır. Bəzən tələbə buna fikir vermir və yanlış cavab alır. Üzərinə gəlinsin 4. Və artıq hər bir operatorun düsturunu tapmışam. Məndə aşağıda soruşulan ifadədə isə kvadrat operatoru hər ikisi kvadrat olduğuna görə deməli mən sadəcə yuxarıdakı düsturda hesablamaq lazımdır hər ikisini. O zaman hesablayası olsaq 4, 2. 2 vurulsun 4-ün kvadratı, üstə gəlinsin 2-nin kvadratı, üstə gəl 1, üstə gəl 4. Nəticə neçə eləyir? Deməli 16, 4. Üstə gəlinsin 1, vurduq 2-yə, oldu 21, 2-yə vuranda 42, üstünə də 4 gəlində cavab olur 46. Deməli birinci mötərizənin qiyməti 46. Üzərinə gəlinsin, ikinci mötərizədə zaten A ilə B-nin qiymətləri yeri dəyişik olduğuna görə yenə eyni nəticə olacaq, daha onu hesablamıram. Yəni 46 üstə gələk 46 bərabərdir, cavabımız nə olacaq? 92 A variantı. Növbəti 79 nömrəli sualımız yenə də ardıcıllıq cədvəlinə aid olan 4 sətirli ardıcıllıqdır. Qeydlədiyimiz kimi əvvəlki sualda da qeydləmişdim. Birinci və ikinci sıra arasında hansı əlaqə varsa, 3 ilə 4 arasında da həmin əlaqə olmalıdır. Birinci sıranın qanuni yoğunluğu plus 5 çıxılsın 3-dür. Sona qədər bu cür gedir. Deməli, plus 5 çıxılsın 3. İkinci sıranın qanuni yoğunluğu isə minus 5 plus 3-dür. Minus 5 plus 3-dür. Nə görürük burada yoldaşlar? Görürük ki, deməli, birinci çarpaz şəkildə dəyişmə var. Bu vəziyyətdir. Ədədlər sabit qalıb, əməllər isə nə dəyişib? Çarpaz şəkildə dəyişib. Və yaxud da biz buna nə cür də baxa bilərdik? Bir işarənin əksinə dəyişməsi kimi də baxa bilərdik. İndi görə hansı ödənizə onu yoxlayacaq.
Üçüncü sıranın qanuni yoğunluğu deməli yoldaşlar bizcə minus 4 bölünsün 2-dir. İkinci sıranın qanuni yoğunluğu isə dediyimiz kimi ədədlər olduğu kimi yerində qalmalıdır. Burada 2. Ya əksinə dəyişmə olmalıdır. Yəni plus 4 vurulsun 2. Amma bu cavabı ödəyən bizdə cavab yoxdur. Deməli, əməllərin dəyişməsi əslində əksinə dəyişmə yox, çarpaz dəyişməymiş. Yəni bunun əməli bunun qarşısına gəlib, birincinin əməli isə bura gedib. Ona görə də burada bölmə olduğuna görə bunun əvvəlinə gələcək, yəni böl 4, bunun çıxması isə bura gedəcək. Burada çıxılsın 2. Yəni 4-cü sıranın qanuni yoğunluğu bölünsün 4 çıxılsın 2 şəklində olmalıdır ki, o da sona qədər ödənilir B variantında. Böl 4 çıx 2, böl 4 çıx 2, böl 4. Növbəti 80 nömrəli sualımıza keçid alaq. 80 nömrəli sualımız qeyri-aşkar operatorlara aid olan bir sual nümunəsidir. Maraqlı bir sualdır. Sualımızın üsulu odur ki, birinci ədədin tərsinəsini, yəni 46-nın tərsinəsi 64-ü bölürük ikinci ədədə, yəni 16-ya yazıb qarşısına. Bərabər olur 4. Digər sətirlərdə də eyni analoji qaydadır bildiyimiz kimi. İndi 69-un tərsinəsi 96 bölürük 16-ya, cavabımız olur 6. Yəni D variantı. 81 nömrəli sualımız aşkar operatoru, daha doğrusu şərti aşkar operatoru məsələ formatında verib. 1-dən 8-ə qədər nömrələnmiş kitab şkafının hər rəfində yerləşən kitabların sayını aşağıdakı operator hesablayır. Kitab şkafında cəmi neçə kitab var? A deyir, rəfin sıra nömrəsidir. Deməli, bizim 8 dənə rəfimiz var. Birinci rəf, ikinci rəf, üçüncü rəf, dördüncü rəf, beşinci rəf, 6, məsələn, 7, 8. Rəflərdəki tərsinə nömrələnir. Aşağıdan yuxarı, yəni 1, 2, 3, 4-cü rəf, 5, 6, 7, 8. Bu cür rəf var. İndi birinci şərti operator olduğuna görə deyir ki, rəflərin nömrəsi 1-dən böyük bərabər və 4-dən kiçik bərabər olduqda, yəni 1-dən 4-ə qədər bu intervallarda hər bir rəfdə olan kitabların sayı olacaq nə? Hansı düsturuna hesablanacaq? A plus 1 düsturu ilə. O zaman birinci rəfdə olan kitabların sayı olacaq nə qədər? 1 üstə gəl 1, 2. İkinci rəfdə olanlar olacaq 3. Üçüncü rəfdə 3 üstə gəl 1, 4. Dördüncü rəfdə 4 üstə gəl 1, 5. İndi nədir? Növbətdə ikinci isə nədir bizə? Rəfin qiyməti 5-dən böyük bərabər və 8-dən kiçik bərabər. Yəni 5 ilə 8 arasında olduqda bu rəflərdə isə hansı düsturuna hesablanacaq? 2A minus 1. Yəni rəfin nömrəsini 2-yə vurub 1 çıxacaq. O zaman 5-i 2-yə vurub 1 çıxanda 9. 6-nı 2-yə vurub 1 çıxanda 11, 7-ni 2-yə vurub 1 çıxanda 13, 8-i 2-yə vurub 1 çıxanda 15. Və bu ədədləri də toplayacaq, olacaq bizim cavabımız. 2, 3, 5, 9, 9-un üstünə 5 gələndə 14, 14-ün üstünə bu 20-in gələndə olur 34, 47 və üstünə də 15 gələndə cavabımız olacaq 62. Yəni doğru cavab olur Y variantı. 82 nömrəli sualımız yenə ardıcıllıqdır. Qanuna uyğunluğu müəyyən edin və sual əvəzinə uyğun olan variantı seçin. Maraqlı bir sual nümunəsidir. Eyni zamanda qeyd edim ki, çətin bir sual, yəni asan sual deyil. Sualımızın üsulu belədir. Burada verilən ədədlərin biz hər birinin ilkin öncə tərsinələrini qeyd eləsək. Yəni 11, 13, 17, 25, 32, 37 və 47. Və bunlar arasında müəyyən bir əlaqə var. Nədir o əlaqə? Üzərinə 2 gəlib, 4 gəlib, 8 gəlib, 7 gəlib, 5 gəlib, 10 gəlib. Bəs bu əlaqə nədir? Əlaqə odur ki, məsələn, bax bu 2 11-in rəqəm cəmidir. 4 13-ün rəqəm cəmidir. 8 17-nin rəqəm cəmidir və s. Yəni hər növbəti həddi almaq üçün əvvəlkinin rəqəm cəmini gəlib üzərinə. O zaman biz 47-dən sonra növbəti həddi almaq üçün 47-nin rəqəm cəmi, yəni üzərinə 11 gəlməliyik. Olacaq 58. Amma cavabımız 58 deyil. Çünki verilən sıradakı ədədlər buradakıların nə idi? Tərsinəsidir. O zaman sualın yerinə nə olacaq? 85 olacaq. Düzgün cavabımız olur D variantı. 83 nömrəli sualımız. Keçən qəbulda istifadə olunan bir sualdır. Şifrələməyə aid olan mətn şəklində verilmiş bir şifrələmədir. Babək öz elektron kabinetinə daxil olmaq istəyir, ancaq elektron kabinetin şifrəsi tam olaraq yadında qalmayıb. Ancaq o bilir ki, şifrə 4 rəqəmdən ibarətdir. Bütün rəqəmlər fərqlidir və 0 yalnız birinci rəqəm ola bilər. Yəni digər yerlərdə 0 ola bilməz. Sonra Babək şifrədəki hər hansısa bir rəqəmin özünü və rəqəmlər sırasında yerini düzgün tapırsa, monitorda Y yazılır, yəni özü də doğrudur, yeri də doğrudursa Y olur. Biz bunun analoji versiyasını qıfıllar üzərində də işləmişdik.
Şifrədəki rəqəmi düz tapır, onun sıradakı yerini səhv tapırsa, onun yerini deməli ekranda n görünür. Onun yazdığı rəqəm şifrədə olmayanda monitorda x yazılır. Beləliklə şifrəni tapmaq üçün Babək 4 cəhd etdi və müvafiq olaraq monitorda aşağıdakı hərflər alındı. İndi kabinetin şifrəsini tapmaq lazımdır. Şərtə görə əgər x vardırsa, deməli səhvdir. Həmin ədəd bizim kodda yoxdur. Baxırıq. 0 üçün x var, deməli bizim kodda 0 ola bilməz. 7 üçün də x var, deməli 7 də ola bilməz. O zaman harda 7, harda 0 varsa, onları çıxdaş edirik variantlarda. C variantı və B variantı getdi. Sonra 8 və 1 rəqəmləri üçün də ikinci cəhddə görsünüz yerinə 0 x qoyulub, deməli bizdə 8, yəni inkardan başlamamız daha məsləhətlidir. Deməli 8 də ola bilməz, digər variantlar isə 1 yoxdur. Sonra üçüncü cəhddə isə 3 üçün görsünüz, əvvəldə x qoyulub, deməli burada 3 rəqəm də yoxdur. O zaman 3 olan variantda çıxırıq, düzgün cavabımız qalır D variantı. Heç də yəni çətin bir sual deyilmiş, böyük görünməsinə baxmayaraq. 84 nömrəli sual söz analogiyasıdır. Kondor bilirdiyimiz kimi quş növüdür. Buddizm də din növüdür. Düzgün cavabımız olur D variantı. 85. Bizdə deyir ki, C hərfindən sağda ikinci olan hərf. C hərfi deməli burada soldur, burada sağ. C hərfi sağda olan ikinci hərf. Birinci hərf budur, ikinci hərf də budur. Y hərfi hərflə, yəni bu hərflə. H hərfdən soldakı ilk hərf. H hərfindən soldakı ilk hərf də C-dir. Hərfin arasındakı hərf F və F-dəndir. Solda ikinci hərf. Solda olan birinci hərf və ikinci hərf nədir? Gəlir düşür D hərfinin üzərinə. Yəni düzgün cavabımız olur A variantı. Növbəti 86 nömrəli sualımız. Aşağıda verilmiş 1-dən 8-ci xanalarda 1, 2, 3, 4, 5, 6, 7, 8 rəqəmlər yazılacaq. Ancaq aşağıda verilmiş ədədlər isə birinci xanadan həmin xanaya qədər yazılacaq rəqəmlərin cəmini göstərir. Hər xanaya bir rəqəm yazılacaq və bütün rəqəmlərdən istifadə ediləcək. Deməli, belə çıxır ki, hər rəqəmdən sadəcə bir dəfə olmalıdır. Buna görə sualın yerinə hansı rəqəm yazılmalıdır? Nə deməkdir bu? Əgər bu ikinci xananın altına 4 yazılıbsa, deməli birinci xana ilə ikinci xanadakı yerləşən ədədlərin cəmi 4-ə bərabərdir. Ya burada 1, ya da burada 3 ola bilər. Və yaxud da tərsinəsi, burada 3, burada 1 ola bilər. Başqa bir hal yoxdur. 2-2 yazanmarıq, çünki bizə deyib ki, hər birindən bir dəfə olmalıdır. Və bunu biz bu minvalla doldura bilərik. Əgər bura qədər 4-dürsə, deməli burada nə olmalıdır? 10 olması üçün mütləq şəkildə 6 olmalıdır. Amma diqqətlə fikir versə, bu sualımız düzdür, belə bu qayda ilə doldurulmasına baxmayaraq sualı qoyub sona. Artıq biz bunu burada rahat bir şəkildə tapa bilərik. Niyə görə rahat bir şəkildə tapa bilərik? Çünki sual sonda olduğuna görə və bir sualdan bir əvvəlki xanaya qədər olan ədədlərin də cəmini göstərib. 29. Deməli, biz nə etməliyik? 1-dən 8-ə qədər olan ədədləri toplamalıyıq. Bu da eləyir 36. Deməli, bura qədər toplam 36 olmalıdır. Onda 29-a qədər, bu xanaya qədər cəm 29-sa, deməli, sualın yerində 7 olmalıdır ki, nədir? 29 üstünə 7 gələndə 36 olsun. Yəni, düzgün cavabımız olur C variantı. Heç də hamısının sıralamasını yazmağa gərək yoxdur. 87 nömrəli. Yenə də anaqramdır. Sözlərimiz, deməli, sözləri yazmayacağım vaxt getməsin deyə. Pilləkən sözü A variantı, B variantı fincan, C stəkan, D variantı nəlbəki, Y variantı boşqab. Gördüyünüz kimi B, C, D və Y variantlarında göstərilən bu sözlərimiz nədir? Necə deyək də bu? Mətbəxdə istifadə olunan alətlərdir, pilləkən isə fərqlidir. Bu yüzdən cavabımız olur A variantı. 88 yenə də söz analogiyasına aid olan bir sualdır. Verilmiş sözlər arasındakı məntiqi əlaqəyə analoji variantı seçmək lazımdır. Yenə də cümlə qururuq. Həmçinin sözlərin ardıcılığına fikir vermək lazımdır. Həşəratın bir növü kəpənəkdir, kəpənəyin bığıcığı olur. Baxın, cümləyə fikir verdik. Nə cür cümlə qurdum? Həşəratın bir növü kəpənəkdir, kəpənəyin bığıcığı olur. Bu analogiyanı özündə birləşdirir. D variantı. Geyimin bir növü kostyumdur, kostyumun da düyməsi olur. Deməli, düzgün cavabımız olur D variantı. 89 nömrəli sualımız. Bizə deyir ki, bu operator, yəni əməliyyatı üçün bu əlaqə verilib bizə. Aşağıdakılardan deyir hansılar yanlışdır. Gördüyünüz kimi biz bunu gəlin saatləşdirsək, bu operator yerinə 3 bucaq yazacağam ki, hər dəfə rahat olsun. Deməli, A operator B bərabərdir. Mən bunu belə yaza bilərəmmi, yoldaşlar? 3B çıxılsın. Bunu mən keçirdirəm bərabərliyin sağ tərəfinə. Yəni, 2 vurulsun B operator A. Artıq bu bizə nəyəsə xatırladır. Hansı operatordur? Tərs operator. Tərs operatorunda yazılma qaydasını artıq biz bilirdik. Daha təfərrüatına getməyəcəm. Bilirdik ki, bura bir x yazırdıq, buna bir y yazırdıq və yerdə qalanları olduğu kimi. Yəni, x bərabərdir 3b çıxılsın 2y. Daha sonra
y əvəzləməsi və y x əvəzləməsi, həmçinin a b əvəzləməsi və b a əvəzləməsi ilə ikinci tənliyimizi qururduq. Bu birinci tənlik, bu da ikinci tənlik olacaq. X-in yerinə ona nə yazmalıyıq? Y bərabərdir. 3b-dirsə yerinə yazmalıyıq a, çıxılsın 2, y-dirsə yerinə x yazmalıyıq. Hər iki tənliyi qurduq və daha sonra x-in qiyməti tapılmalı olduğuna görə biz birinci tənlikdə y-in yerinə y-in aşağıdakı qiymətini yerinə yazmaq lazımdır. O zaman x bərabər olacaq 3b çıxılsın 2 vurulsun y-in yerinə yazırıq 3a minus 2x. Gəlin bunu sadələşdirək. X bərabərdir 3b minus 6a üzərinə gəlirik 4x. Aha. Buradan da sağa sola keçirsək, o zaman olacaq x minus 4x bərabərdir 3b deməli minus 6a. Buradan alınır ki, mənfi 3 deməli x bərabərdir 3b minus 6a. Hər tərəfində mənfi 3-ə bölsək, x bərabərdir deməli 2a çıxılsın b nəticəsini alırıq. Birlikdə mənfiyə böləndə o zaman bunların yeri dəyişməlidir. Yəni aldıq ki, x bərabərdir 2a minus b. Ən son aldığımız budur. İndi bu aldığımızı burada variantların hər birində yoxlamaq lazımdır. Görək hansı ödənilir. Daha doğrusu bizdən yanlışları soruşur. Deməli, operatoru nəzərən həmişə bilirik ki, operatorun solu sola, sağa sağa bərabərdir. Bunu bilirik. O zaman deməli, operatorun solu a-dır, bu b-dir. Bu da bizim aldığımız x-in qiymətidir. Görək hansında ödəyir. 2a minus b. Məsələn, birincidə 4-ü 2-yə vuranda 8, 3 çıxanda 5. Ödəyir. Bizdən yanlışı soruşduğuna görə götürmürük. İkinciyə baxırıq. 6 2-nin 12, çünki a budur, b budur. 12-dən 8 çıxanda 4. X-in qiyməti ödəyir, bunu da götürmürsünüz. 2-ni 2-yə vuranda 4, 4-dən 4 çıxanda 0 eləyir, ödənmir. Deməli, cavabımızdan biri budur. 7-ni 2-yə vuranda 14, 3 çıxanda 11 eləyir, 10 eləmir. Deməli, ödənməyənlərdən biri budur. 6-ni 2-yə vuranda 12, 4 çıxanda 8 ödəyir, bunu da götürmürsünüz. 2-ni 2-yə vuranda 4, 2-də çıxanda 4 eləmir. Deməli, bu da yanlışdır. O yüzden cavabımız olur 3, 4, 6. Yəni D variantı. Maraqlı bir sual nümunəsidir və eyni zamanda tərs operatorlara göstərilmiş, yəni ümumiyyətlə operatorlara göstərilmiş fərqli bir tiplərdən biridir. 90 nömrəli sualımız bizə bir ardıcıllıq göstərilib və bu ardıcıllıq verilib. Bu ardıcıllıq müəyyən qaydaya əsasən hazırlanıb. Həmin qaydanı tətbiq edərək 4-cü həddi 27 olan yeni ardıcıllığın 8-ci həddini tapmaq lazımdır. İlk öncə nə etmək lazımdır? Verilən ardıcıllığın qanuna uyğunluğunu tapmaq lazımdır. 6-dan mənfi 18 almaq üçün nə etmək lazımdır? Vururuq biz mənfi 3-ə. Mənfi 18-dən mənfi 15 almaq üçün üzərinə 3 gəlib. Mənfi 15-dən 45 almaq üçün yenə də mənfi 3-ə vurub. Yenə üzərinə 3 gəlib. Yenə vurub mənfi 3-ə. Üzərinə 3 gəlib. Vurub mənfi 3-ə və daha sonra yenə də üzərinə 3 gəlib. Deməli, ardıcıllığın qanuna uyğunluğu buymuş. Və bizə deyir ki, bu qaydanı tətbiq edərək 4-cü həddi. Bunun 4-cü həddin yerinə 1, 2, 3, 4. Yəni 45-in yerinə bizə nə dayansın deyir? 27 dayansın və bunun 8-ci həddin. 5, 6, 7, 8-ci həddi, yəni buradakı həddi soruşur bizdən. Əlbəttə ki, bu qaydanı tətbiq edərək cavabımızı ala bilərik. Növbəti, bax 45-dən sonra plus 3 olduğuna görə, deməli 27-dən sonra plus 3 olacaq, yəni olacaq 30. Sonra mənfi 3-ə vurmalıyıq, deməli olacaq mənfi 90. Daha sonra üzərinə 3 gəlməliyik, olacaq mənfi 87. Daha sonra mənfi 3-ə vurmalıyıq, mənfi bir-birini müsbət eləyəcək. Cavabımız olacaq 261. Düzgün cavab olur C variantı. Növbəti 91 nömrəli sual. Artıq bunlar açıq tipli test tapşırıqlarıdır. Hansı variantlarda anlayışlar ümumidən xüsusiyə doğru sıralanmayıb? Gəlin baxaq. Birincidə xordalı heyvan, onun bir növü onurğalı heyvan, doğrudur. Onun bir növü quş, onun da bir növü dəvə quşu, bu doğrudur, götürmüşsünüz. Rasional ədəd, bir növü tam ədəd, onun bir növü natural ədəd, onun da bir növü 130. Burada da heç bir problem yoxdur. Mürəkkəb maddə, bir növü kimyəvi maddə, onun bir növü xörək duzu, sonra duz ola bilməz. Çünki duz, sonra xörək duzu olmalıdır. Bu son iki dənəsinin yeri yanlışdır. Deməli, biri budur. Dördüncü, şirniyyat bir növü qida. Xeyr, qidanın bir növü şirniyyatdır. Burada da gördüyünüz kimi yeri səhvdir. Ona görə bir də 4-dür. Keçdik, alət bir növü musiqi alətidir. Musiqi alətinin bir növü xalq çalğı alətidir. Bu da doğrudur və xalq çalğı alətində bir növümüz nədir? Tardır. Tamamilə doğrudur. Deməli, cavabımız yanlış olanlar olacaq 3-lə 4. Növbəti 92-94 tarazlıqda olmayan tərəzilər və qeyd edim ki, bu tip tərəzilər qəbullarda çox istifadə olunur. Demək olar ki, hər il qəbulda bu tip tərəzilərdən istifadə olunur. 9 fərqli fiqurun hərəsinin çəkisi 1-dən 9-a qədər olan ədədlərdən birinə, hərəsi fərqli bir ədədə uyğundur.
Tərəzilərin vəziyyətlərini nəzərə alaraq fiqurları ifadə etdiyi ədədləri müəyyən etmək lazımdır. Gəlin tapaq. Bu tip tərəziləri yazmaq üçün mütləq şəkildə bir-birindən əlaqələndirmək və həmçinin 1-dən 9-a qədər olan ədədləri gözümüzün qarşısında olsun deyə yazmaq lazım. 2, 3, 4, 5, 6, 7, 8, 9. Çünki hansından, hərəsindən bir dəfə istifadə olunduğuna görə hansından artıq qaldığını mən rahat bir şəkildə görəcəm və analiz eləməkdə daha yaxşı olacaq. İndi diqqətlə fikir versəz və əvvəldə də qeyd etdim ki, mütləq bunları bir-birinə əlaqələndirmək lazım. Diqqətlə fikir versəz, bu birinci tərəzi ilə altında olan ikinci tərəzini bir-birinə əlaqələndirmək olar. Çünki burada bu fiqurumuz bunun 2 dənəsindən ağırdır. Ancaq bu burada ağır olmasına baxmayaraq, həmin bu fiqurun 2 dənəsi bu fiqurdan yüngüldür. Deməli, ən ağırı budur, ən yüngülləri də budur. Artıq başlaya bilərik. Rəqəmləri yerinə qoyacaq. Deməli, onda belə çıxır ki, ən yüngül ədəd, ən kiçik ədədlərimiz bu ya bu 1-dir, yəni dairə ya 1-dir, üçbucaq 2-dir və yaxud da tərsinəsi ola bilər. Bu 1, bu 2 və yaxud da ki 2, 1. Hər bir halda cəmi 3 edir. Və bu fiqur ondan ağırdırsa, deməli 3-dən böyük. 4 və 4-dən böyük olmalıdır. Amma biz 4-dən böyük qiymət yazanmarıq. Çünki bura 5 yazsam, 2 dənə 5-in cəmi 10, buradakı fiqur ödəmir birinci tərəzidə. Ona görə yerinə 4 yazırıq. İndi bunlara 4, 4 yazsaq, cəmi 8. Bu fiqurumuz ondan ağır olduğunu, bu da oldu 9. Artıq mən bilirəm ki, 1-dən, 2-dən, 4-dən və 9-dan istifadə eləmişəm. Daha sonra bu 3-cü tərəzimizə baxası olsaq, bizim aldığımız bu 9 bu 2 dənədən yüngüldür. Yüngül olması üçün deməli bu ulduza mütləq şəkildə maksimum ədəd 8 vermək lazımdır. Çünki bu tərəf ağır olmalıdır. İndi 8-in üçbucağın qiyməti artıq 1 ola bilməz. Çünki 1 yazsam 9, 9 bir-birinə bərabər olur. Burada sual ola bilər ki, niyə görə 7 yazmadım? Çünki 7 yazsam, bu üçbucaq bayaqlar buradakı tərəzidə demişdi ki, ya 1-dir, ya da 2-dir. Hələ üçbucağın yerinə 2 qoysam, ulduz 7 olanda 9, 9 bərabər olur. Yəni, bu ulduza 8 vermək lazımdır ki, üçbucağın da qiyməti 2, 10 olsun və nə olsun? 9-dan böyük olsun. Deməli, artıq yoldaşlar, bunların da dəqiq qiymətini tapdım ki, üçbucaq 2, dairə 1 imiş. Artıq bizdə 8 də getdi. Qaldı nə? 3, 5, 6 və 7. İndi gəlin burada tarazlıq quraq. Qalan ədədlərimiz budur. 3, 5, 6 və 7. 3-ü bir tərəfdədir, ikisi bir tərəfdədir. Necə bərabərləşdirmək olar? Əlbəttə ki, burada diqqətlə görürsək, bura 3 yazaram, bura 3 yazaram, bu ortaya 6, cəmi oldu 12, sağ tərəfdə də 12 almaq olar. Ya burada 7, 5 olar və yaxud da ki, tərsinəsi 5, 7 ola bilər. Bu isə haqqında dəqiq məlumat bir söz deyə bilmirik. Gördüyünüz kimi burada da nə oldu? Tarazlıq halı alındı. İndi gəlin sualları cavablayaq. Hər bir fiqurun çəkisini tapmışıq. Sadəcə aşağıda o 2 dənə 7 ilə 5 və yaxud da ki 5 ilə 7-nin hansı olduğunu bilmirik. Amma bizdəki soruşulan fiqurlar zaten onlardan biri deyil. Üçbucağın çəkisini biz tapmışıq 3, bu fiqurun çəkisini tapmışıq 9, ağ ulduzun çəkisini 6, dairənin kütləsini tapmışıq 1. Və bizə də deyir ki, aşağıdakı fiqurları ifadə etdiyi çəkilərin artması sırası ilə düzün. Bəzən tələbə bunu belə düzür. 1, 3, 6, 9. Bu cür düzsə səhvdir. Çünki bizdən həmin o fiqurları ifadə etdiyi ədədləri düzmək lazımdır. Yəni, hansı fiqurlarsa onları düzəcəyik. O yüzden ən kiçik bizdə fiqur, yəni ifadə olunan çəki ilə 4-cü fiqur olduğuna görə birinci 4-dür, sonra birinci fiqurdur, sonra 3-cü fiqurdur, sonra da 2-ci fiqur olduğuna görə deməli cavabımız olur 4, 1, 3, 2. Növbəti 93 nömrəli sualda A ulduzun yerində olan ədədi soruşur, bu da 6 olur. Görürsünüz, bir dənəsini həll eləyən kimi artıq üstünə sualın cavabı rahat bir şəkildə çıxdı. Və 94 nömrəli sualımızda isə deməli, bu fiqurun kütləsini biz tapmışdıq. Deməli, ya 7-dir, ya da 5-dir, fərqi yoxdur. Hər iki halda yerləri dəyişsə də belə, məsələn, bu 7, bu 5 və yaxud da ki, bu 5, bu 7 olsa, hər iki halda neçə edir? 12 edir. 12 bu fiqurlarımız, bu hissədə olan fiqurlardır. Bölürük bu fiqurumuza. Bu fiqurun da kütləsini tapmışıq 4. Cavab alınır neçə? 3. 3 ilə də ifadə olunan fiqurumuz nə idi? 3 bucaq idi. Deməli, cavabımız olacaq 5-ci. Və keçid alaq sonuncu 95 nömrəli sualımız aşkar operatorlara aid olan bir sual nümunəsidir. Əvəz etmə tipli bir sualdır. Gəlin həll eləyək. Deməli, biz birinci sətirdəki ifadənin qiyməti tapmaq üçün 3 bucağı əvəz eləməliyik və bu 3 bucağı tapmaq üçün bu 3 bucağı və 3-cü sətirdəki 3 bucaqdan gedir söhbət və bu 3-cü sətirdə gördüyünüz kimi tərs operatordur. İlkin öncə bunu hesablamaq lazımdır. Biz də bilirdik ki, bu tipləri yazmaq üçün bura bir x versək, bura bir y versək, o zaman
x bərabər olur 2a, bayaqki nümunədə onu göstərdim, üstəgəl b çıxılsın 2y və daha sonra dedik ki, biz x, y x əvəzləməsi və a, b a əvəzləməsi etməklə cavabımızı həll edə bilərik. O zaman x-in yerinə yazırıq y, bərabərdir 2a-dırsa yerinə b yazırıq, üstəgəl b-dirsə yerinə a, çıxılsın 2y-dirsə yerinə biz x yazırıq. Və daha sonra, zaten hər bir yerdə eyni AB olduğuna görə, əvəz etmə olduğuna görə, biz elə 6A-nın yerinə, B-nin yerinə 4 qoya bilərik. Çünki diqqətlə fikir versəz, hər yerdə A, B-dir. O zaman həm birinci tənlikdə, həm də ikinci tənlikdə mən A-nın qiymətini, B-nin qiymətini yerinə qoysam, o zaman x bərabər olur 2A, yəni 12 üstə gəlinsin, B-nin qiyməti 4 çıxılsın 2y və y bərabərdir 2B. Yəni 2 vur 4, 8, üstə gəlinsin 6. Çıxılsın 2x. Və daha sonra y-in bu qiymətini birincidə yerinə qoyacaq. O zaman olacaq, deməli, x bərabərdir 12-nin 4-ün cəmi 16, çıxılsın 2 vurulsun, y-in yerinə yazırıq. 8-dən 6-nın cəmi 14, çıxılsın 2x. Sadələşdirsə, x bərabərdir 16, çıxılsın 28, üstə gəlinsin 4x. Sağa keçişsə olacaq mənfi 3x bərabərdir mənfi 12, x də bərabərdir 4 qiymətini aldıq. Deməli, bu ifadənin qiyməti nəyə bərabər oldu? 4-ə bərabər oldu. Gətirib artıq burada yerinə yazmaq olar. Onda mən onun yerinə burada 4 yazsam, 4-ün kvadratı, yəni 16, vurulsun kök altda b. B-miz də neçədir? 4-dür. Kök altda 4. 4-dən də kök 2 çıxır, 16-ını da 2-yə vuranda 32 eləyir. İndi 2 vurulsun, bu operatorun 4-cü dərəcədən qüvvəti bizə 32 verirsə, hər tərəfin 2-yə bölsə, deməli bu operatorun, yəni A operator B-nin 4-cü dərəcədən qüvvəti bərabərdən 16 imiş. Nəyin 4-cü dərəcədən qüvvəti 16-dır? Deməli bu operatorun qiyməti 2-dir. Çünki biz bilirik ki 2 üstü 4 16 edir. Deməli artıq bunun qiymətini tapdım ki 2-dir, götürüb birincidə yerinə qoymaq olar. Bunun yerinə 2 yazsaq, 2 vur 2 çıx 1. 2-ni 2-yə vuranda 4, 4-dən də 1 çıxanda nəticə olur 3. Amma biz bunun qiymətini tapmalıyıq. Çünki aşağıda verilən bizdə kvadratla idi. Onda burada da görsək 3-cü dərəcədən kök alınıb. Nədən 3-cü dərəcədən kök alınanda cavab 3 olar? Deməli, bu ifadənin ümumi qiyməti 27 imiş ki, biz ondan 3-cü dərəcədən kök alıb 3 almışıq. Bizdən də həmin ifadənin qiymətini soruşduğuna görə nəticəmiz neçə olur? 27 olur. Belə. İzahın əvvəlində də qeyd etdiyim kimi, deməli, buradakı mən bütün sualları izah edəcəyim zaman mövzunun tam dərinliyinə getmirəm. Sadəcə sualların birbaşa olaraq həllinə istiqamətlənmiş izahlar verəcəyəm. Videonu, deməli, kursun rəsmi YouTube səhifəsinə yerləşdiriləcək və videonun altında təklif və iradlarınızı, həmçinin sualların izahı ilə bağlı başa düşmədiyiniz hissələrin və yaxud da ki, sizin irəli sürdüyünüz daha alternativ təkliflərinizi qeyd edə bilərsiniz. Sizə xoş seyirlər.